Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 479. bölümün başlığı xeyirli olsun. Öncələr bəlkə 15 ay, 16 ay öncə bu programın əvvəlində cəhl mühəndisliği idi adı. Orada bir kitabla tanış oldum. Ki Cimnay bizə dedi ki, bu kitab və bu şeirlər tanınmır. Heç yerdə yazılmayıbdı və heç yerdə yoxdur, bilinmir. Mən o kitabdan bir neçə əks saldım və bir neçə beytin bəzi dostlara göndərdim. Azərbaycan Cumhuriyyətində, Türkiyədə. Türkiyədə bir dostumuz bunu dedi ki, Təbrizdə bir dostumuz buna bənzər şeirləri çap etdiribdi. Amma Azərbaycandan bir səs gəlmədi. Hətta orada Nəsimi Şünas bölümü ilə də əlaqə saxladıq. Qərar oldu ki, danışaq filan. Nə cür olsa o səs gəlmədi. Mən bu gün qərar verdim ki, bu kitabın üstündə işləyəm. 4 dana AI ilə əlaqə bağlayam və bu kitabın geniş şəkildə əkslərin salam və verəm bu 4 dana AI-a. Həm oxumağına çalışam. Bu günləri səhər bunu çalışdım. İndi bizim burada hər yerdə saat 4:30-dır. Mən bunu 1-2 saat öncə çalışmışam. Sonra 1-2 saatda bunun əkslərini bir-bir salmaq və edit eləyib hazırlamağa çalışdım. İndi isə başlayıram bu kitabı ikinci dəfə götürəm və hətta lazım olsa bunu bir tez kimi araşdırmağa qoyacağam. Və bir ən azından əgər inşallah Allah ömür verirsə, bu tezlikdə bunun haqqında bir məqalə yaymağı düşünürəm. Beləliklə bu müqəddimə ilə bugünkü sözə başlayaq. Bu kitabın adı Fransa'da saxlanılır. Birinci bunu deyim. Bu kitab Fransa'da saxlanır. Dili Türkçədə, amma içində farsça şeirlər var. Və bunu burada görürük. Görürsünüz siz də bu kitabın birinci səhifəsini. Bu kitabın 2 səhifə əvvəlində izafədir. Yəni Fransəlilər bu kitab üçün bir 2 dana səhifə əlavə eləyiblər. Bu kitabın adı haqqında və bu kitabı yaymaq haqqında ki, bu kitab nədir? Bu 2 səhifəni görürsünüz. Əvvəlincisi və bu. Bundan sonra cildi görürük. Cildi çox bir gözəl göndür, qəhvəyi ki, zaman içində işlənib, rəngi biraz dəyişilibdir. İkinci cildin içini açanda Türk, Fransızca və 295 nömrəli olduğu kitabı görürük. Ehtimalən birinci, əgər diqqət eləsəz, birinci kitabın şirazəsinin aşağısında, arxasında bir kağız görürük. Ehtimalən o kağız o nömrə olacaqdır və Türk. Üçüncü səhifə kitabdan boşdur, 4 boşdur. 5-ci səhifədə səhifə düz qalıbdır. Fransızlar 2 də ayrı kağızda 2 dana kağızı kəsiblər, içinə yazı yazıblar, yapışdırıblar bura. Birinci kağız ki, üstə görürük, yəni əksini salmışam. 1443 miladi yazılıbdır və aşağıda bir şeylər Fransızca yazılıb ki, mən oxuya bilmirəm. Onun altında 3 sətirdə bir kağız yapışdırıblar. Orada da 1875 deyə yazılıbdır. 11 may 1875. Ehtimalən bu tarix o tarixə rast gəlir ki, bu kitab gedib yetişibdir Fransada bu kitabxanaya ya bu yerə. O üstdəki kitabda 1433 də ehtimalən kitabın yazılma tarixidir. Buradan sonra bir səhifə yenə ağdır və bu səhifədə başda bir yazı görürük əvvəl. 2 sətir kimi. Çox əlyazmalar burada dedim, bəlkə onlar əlyazma var. Çox qarma-qarışıq əlyazmadan ki, oxuması çox zordur, çox açıq və çapa bənzəyər əlyazmadan. Çox gözəl
təxəssüsü yazanlar tərəfindən yazılıbdır. Bu kitabın ən başdakı o 2 sətrin sonunda 1047 ədədini görürük ki, ehtimalən tarixdir. Ondan biraz az fasilə ilə bir dənə 110 yazıb, təmmət 110, ehtimalən 1110 ola bilər. Çünki biz bunu tapmışıq. 1000-dən sonra bəzən yəni 1000-ci hicrət ilindən sonra müsəlmanlar bəzən yazanda xülasə üçün nədənsə xülasə elirlər. 1000-dən o üzəni 1000-i yazmırlar. Ondan aşağı Tazaşdan bir ayrı yazı görürük. Yenə Türk 295 nömrəni görürük. Onun altında Fransa'nın möhrünü görürük. Onun altında yenə yenicə Fransa dilincə yazılmış bir şey görürük. O birisi səhifədə ehtimalən bu kitaba su gəldiyi üçün kitaba çox da su gəlibdir. Bu səhifə göstərir. Özəlliklə bu səhifə göstərir, kitaba su gəlibdir. Mənim ehtimalım budur ki, o birisi səhifəki gördük, o B səhifə idi, onun əksi düşüb, bu birisi səhifənin ki, A səhifədir, üstünə düşübdür, tərsəsidir, möhür düşübdür, yazılar düşübdür, bunlar o cürüsü düşübdür, amma bu görək nə deyəcəkdir. Getir, o səhifəyə bir vurublar, yəni orada ki, dedik, tarixdə yazılmışdı, 1047, o səhifənin bir A-dır kitabda. Arxası bir B-dir. Bu birisi vərəqçində açırıq. Bu 2A-dır. 2A-da 4 dənə şeir görürük burada. Hətta tərsə, məsələn, biri tərsə yazılıb, yəni başı üstə yazılıbdır. Üçü düz yazılıb, amma əyri yazılıblar. Hamısı beləsi yazılıblar. Oxumağı bunun biraz gərək boynumuzu beləsi əyaq, ya səhifəni çevirməklə görək ola bilirsə olaq. Beləsi yazılıblar. Bu kitabı istəyirəm ki, əvvəl fiziki görək, çünki çox önəmli bir kitabdır. O başı aşağı şeirlər özü 2 danadır. Birində yazıb rübaidir, ondan sonra hüvə. Hüvə sözü ilə Tazaşdan bir rübai cini yazıbdır. Sonra bir dənə də burada bir xətt yazılıb, əcəba o nədir, onu da bilmirəm. Bunu da oxumamışam keçən seridə, ehtimalən bu seridə oxumağı əlbəttə çox zor olacaq. Mən deyirdim ki, biraz ustadlaşmışam bu kitabları oxumaqda, amma indi görürəm, bugün görmüşəm ki, yox. Mən keçmişəm Osmanlı dövründə ya Cığatay dövründə standart kitab yazısına və onları başarmışam. İndi bu ikinci vərağın B tərəfində ki, PDF-də olur 12-ci vəraq, hüvə deyə başda yazılıb və aşağıda 5 beyt yazılıbdır. 6-cı səhifəyə, 3-cü vərağa gedəndə görürük ki, şeirin əl yazması dəyişdi. Burada ehtimalən biz 3 dana şeirlə ya 1 dana şeirlə hər halda qarşı-qarşıya yox. Bunu oxumasaq bilməyəcək. Burada 3 dana şeiridir ya 3 dana şairdəndir. Amma hər halda məsələn əvvəlki şeirin 5 beyti var ki 4 beyti düzdür, 2 beyti yazıb bir-birinin altında. İkinci beyt ehtimalən Sədi cani üçün səadət səhmidir tirün səng. Belə bir şey yazılıbdır və o da 6 beytidən ibarətdir. 2 misrəyi bir-birinin altında yazılıbdır. Sonda mən bunları əslində deyəcəkdim ki, bu şeyi də bilsin. Çünki aya da istirdim deyəm. Bir də qeyd edib əvvəldən deməliyəm bunu. Bu kitabın adı bəlli deyil və Fransəlilərin əlindədir. 1 və 2-ci səhifə PDF-də Fransəlilərin yazdıqları, kitaba əlavə etdikləri səhifədir. Hüquqi məsələləri birinci və ikinci vəraqda hüquqi məsələləri açıqlayırlar Fransəlilər. Bu kitabın ehtimalən kopyası haqqında. 3-cü səhifə cildidir, qəhvəyi və çox işləndiyi üçün biraz rəngi dəyişibdir. 4-cü səhifə PDF-də cildə yapışan vəraqdır ki, onun üstündə türk, fransızca və 295 nömrə görünür. 3-cü səhifə boşdur, 4-cü səhifə 6.
Üzrsən 5 və 6 boşdur. 7-ci səhifəyə gələndə görürük ki, 2 tikə kağız kəsilibdir, yapışdırılıb buna və üzərində üstdəkində 1433 yazılıbdır. Ehtimalən bu kitabın yazılma tarixidir, amma miladi. Aşağıda isə 3 sətirdə 11 may 1875-i görürəm ya 78-i görürəm ki, 78 olacaqdır. 1878. Mənə belə gəlir ki, bu da müsəlmanların əlindən kitabın getib Fransaya çatma tarixidir. Ya da alınma tarixidir fransəlilərlə. O birisi 8-ci səhifə boşdur. 9-cu səhifədə bir yazı başda görürük 2 xəttdə. Çox qarışmış bir xətti, oxuması çox zordur. Bunun sonunda 1047 qoyulubdur. Əcəba bu 1047 bu cümlənin yazılma tarixidir ya yox. Onun altında bir təmmət və 110'u görürük. Ehtimalən bu cümlənin yazılma tarixidir. Ondan sonra bir 4 dana beyt ya 4 sətr yazılıbdır. Bilmir 4 misrə ya 4 beyt yazılıb. 4 misrə ya 4 xətt yazılıbdır. Kitabın sol tərəfində və onu da oxuması çox zordur. Kitabın yarı sağ tərəfində, Şirazi tərəfində Türk latincə, yəni fransızca və onun altında 295 nömrəsini görürük. Onun altında isə Fransənin o kitabxananın ya mərkəzinin ehtimalən möhrünü görürük. Fransənin milli kitabxanasının möhrü ola bilər. Bu vərağın başında sol tərəfdə fransəlilər latin ədədlə vəraqlara nömrə qoyublar. Yəni buradan kitabın əsli başlanır. Ehtimalən birinci vəraq nömrəsini qoyublar 1 və biz burada aşağıda o möhrün altında bir yazı görürük fransızca. O nə mənədir, nə haqqdadır bilmirəm. Umaram ki AI bunu oxusun, bizə desin. Bu vərağın birin A tərəfi idi. B tərəfində su gəlibdir bu kitaba. Görsədir ki, kamilən su gəlmağın bu səhifədə əlbəttə hər ikisində görürük. Bu iki səhifə, yəni bu vərağın A və B-ində görürük bu su gəlməyi və su əsərində ya o möhrün rənginin çoxluğunda kitabı, o yazılar ki, fransızca yazılmışdı, onların əksi bu üzdən görsənir. 2A gələndə, yəni PDF-də 11-ci vərağa və səfiyyə və kitabda 2A gələndə görürük ki, 1, 2, 3, 4, 5. 5 şeir ki, bunların 3-ü üstdən aşağıya, yəni o cür ki, müsəlmanlar oxurlar yazılıbdır. Bir də kitabı çeviriblər, aşağıdan üstə 2 dana 2 beyt yazıblar. Sonra da bu 2 beytin davamında ya qırağında bir cümlə yazılıbdır. Bunlar əlbəttə biraz xətti, o birisi xəttlər, öncəki xəttlərə görə daha yaxçıdır. Bu səhifənin arxasında, yəni 2B-də və PDF-də 12-ci səhifədə görürük ki, bir 5 beytlik bir şey yazılıbdır, şeir yazılıbdır. Gedirik kitabın 13-cü səhifəsində PDF-də və kitabda 3A. 3A görürük, biraz gözəl xətlə bir şeir yazılıbdır ki, üstdəkinin 5 beyti var, 2 son misrə bir-birinin üstündədir. İkinci şeir Sədi adı ilə gəlibdir, ehtimalən bilmirəm nə deməkdir, Sədinin şeiri ola bilər. Bu da 6 beytidir, son 2 misrəyi bir-birinin üstündə yazılıbdır. Ən aşağıda bir şeir görürük ki, 5 beytidən ibarətdir və altında ağa deyə bir kəlmə ən aşağıda görürük. Arxa tərəfində bunun, yəni 3-cü vərağın arxa tərəfində PDF-də 14-cü səhifədə başda bu tir ғم hicran ilə ey qamət kəmanım, eyd ola bana cün sana qurban ola canım, belə bir şeir görürük, yazılıbdır. Sonra bu şeirin bir dana sağdan sola, aşağıdan üstə şeir yazılıbdır, aşağıdan üstə yazılıbdır. Onun altında səhifənin qırağı aşağı bunları deyirəm, açılan Şirazə tərəfindən. Bir dana şeir ehtimalən olsun yazılıb aşağıya tərəf. Sonra kitabı tərsə çeviriblər, bir dana da bu başdan aşağıdan yazıblar üstə tərəf. Tərsəsi.
Bu səfənin 15-ci vərəqə gəlirik. 4 kitabda 4A və PDF-də 15-ci səhifəyə. Görürük ki, üstdə ehtimalən şeiridir, ehtimalən bir yazıdır. Kəcəki kitabın cuşəsindən, üst cuşədən başlayıb yazı gəlibdir ortaya tərəf. Sonra o qutarıbdır. Bir xətt çəkiblər. O xəttinlə bir ayrı bir şey yazıblar. Yenə davam kimi gəlib bu tərəfə. Sonra o qutarıbdır. Bir xətt çəkiblər, aşağıdan beləsi bir şey yazıblar gəlib bu tərəfə. Bunlar çox elə yazılıb ki, bəzən Hind xəttinə bənzər, amma ərəb və türk əlifbasından ibarətdir. Sonra ortada da bir şey yazılıbdır. Nədir? Onu da baxarıq. Bu birisi səhifəyə gələndə, yəni PDF-də 16-cı səhifəyə görürük ki, başda yenə əyri bir cümlə yazıblar. Bir beyt ehtimalən 2, 4, 6, 8, 4 beytidən ibarət, bir-birinin altında misrələri 8 cümlədə yazıblar. Sonra 4 beyti də aşağıda beləsi bir ayrı cür yazıblar və gəlirik bu səhifəyə ki, 17-ci səhifədir PDF-də. Burada bir möhür görürük. Bu möhür çox önəmlidir məncə. Mən bunu Həsən sahib kimi oxuram. Sahib Abdullahi ya Abdullah Bey ola bilər. Abdullah Bey yazılıbdır. Ola bilsə, məsələn, bu Bey bə oxunsun, amma yapışıqdır heyə, Abdullaha. Həsən aşağıda da, ən sonda da Həsən görsənir. Ehtimalən Abdullah ibn Həsən ola bilər. Sahibi kitab məsələn, beləsi bir şey. Bunun da qırağında yenə kitabın cuşədən, yəni vərağın baş cuşəsindən ki açacağıq. Əlbəttə bu cuşə baş asan cuşə deyil. Şirazə cuşəsi. Oradan başlayıblar, beləsi yazıblar, gəlibdə ortaya tərəf. Ehtimalən bu da şeir olacaqdır. Buradan sonra bir səhifə ağdır, 2 səhifə ağdır, 3 səhifə ağdır, 4 səhifə ağdır və yetişdik kitabın əslinə. Yəni 7 A-da heç zət yoxdur, 7 B-də şeirə yetişirik ki, bu şeirlər Nəsiminin şeiridir. Çünki şeirin son sətrində Nəsiminin adı görürük. Başlıq yoxdur, xəttlər çətindir oxuması, əl yazması. Misrələr bir-birinə qarşı yazılıbdır, 2 sütunda yazılıbdır misrələr. Yəni birinci misrə, ikinci misrə və hamısı bu şəkildə yazılıbdır, gəlib aşağıya. Bu səfədə 2 şeir var. Ya biri qurtarıb kamil, biri başlayıbdır. Ehtimalən o birisi səhifədə davam edir, bəli, o birisi səhifədə davam edir. O da Nəsimidəndir. Və buradan bir Nəsimi həzrətlərindən bu xətt ilə, bu yazı ilə bir neçə dana şeiri görürük. Çox mənim üçün önəmlidir bunlar. Çünki dediyim kimi keçən seri Cimna ilə hududən bir 17 ay öncə, 18 ay öncə, bəlkə də 1 il olar, bir yadımda deyil ona görə. Bu kitabı biz tanımağa çalışdıq. O zaman Cimna ilə fəqət tanış idim, Cimna və Google ilə. Google-də və Cimnayda araşdırdım. Dedilər ki, bu kitab tanınmır, bu şeirlər tanınmır. Heç bir yerdə yoxdur. Amma mən bu şeirlərin bir neçəsinin son beytlərin, əvvəl beytlərin yazdım, göndərdim dostlarımıza Türkiyədə, Azərbaycanda. Hətta fikirəm ki, Allah uzun ömür versin Dr. Ziya Sədrül-Əşrafiyə ki, demək olar Azərbaycanın diri kitabxanasıdır. Onlara da göndərdim. Yadımda deyil ki, Dr. Ziya Sədrül-Əşrafi cənabları nə cavab verdilər. Amma dostlarımızdan Türkiyədən biri dedi ki, bunu ehtimalən Dr. Məhəmməd Hüseyn əgər yadımda qalsa, bunu çap eləyibdir, buna yaxın şeirlər. Mən bunları göndərdim Azərbaycana və Türkiyəyə və fikirəm Dr. Ziya Sədrül-Əşrafi cənablarına da göndərdim. Türkiyədəki dostumuz ki, mənə ustad kimi yerləri vardı. Bir kitab, bir ayrı kitabdan əks alaraq mənə göndərdilər ki, dedilər bu kitab, bu şeirlər çap olubdu Təbrizdə və
buna bənzər. Mən baxdım, buna bənzər bir şeirlərdir, amma bu şeirlər deyildi. Ola bilər ki, məsələn, o da bir tərcümə dəyişikliyi zadı olsun, amma mən kamil mütməyin deyiləm. İndi bu günləri qərar buna gəldim ki, özümlə çox şey eləyəndən sonra Azərbaycandan da qərarlar qoyduq ustadlarla, Nəsimi Şünasi mərkəzindən filan ki, bu haqda oturaq danışaq, təəssüflə olmadı. Yəni bu günə qədər çox da əlaqə saxlamağa çalışmışam o dostlarımızla, böyüklərimizlə, amma yanaşmadılar ki, görək bu nədir, qəziyyə nədir. Əlbəttə mən biləni bu kitabı axtarıb tapıblar. Mən bu qədər huş elədim ki, əlimə məlum bilgilər gəldi ki, bu kitabı axtarıblar mən mərifə eləyəndən sonra. Çünki bu kitablarda mən canlı olaraq bunu qoyuram və bəlli olur da, yəni adam buna baxsa tapa bilər. Ehtimalən indi günah eləməsək, Azərbaycanda bu kitabı oxurlar, üstündə işləyirlər. Amma mən təsmin tutdum ki, bu kitabı 4 dənə AI ilə, o cümlədən ChatGPT, Gemini və bu nədir? Bu Copilot və biri də var idi, o nə idi? Perplexity. Bunu baxın, adını iştibah dedim. Perplexity ilə bu 4 dənə ilə bunu araşdırın, görüm əgər bu kitab nə vəziyyətdədir. Əgər tanınmırsa ya nə qədər tanınırsa, əcəba bunun haqqında məqalə yazılıbmı, yazılmayıbmı? Əcəba elmi araşdırmalar aparılıb, bunun üzərində aparılmayıbdır. Əcəba çap olubdur, çap olmayıbdır. Bunların üzərində bir araşdırma aparaq. Hətta əgər tanınmasa bu kitab, bəlkə adam bunu bir tez olaraq mən özüm şəxsən götürüb üstündə işləməyə çalışaram. İndi isə kitabımızı davam edirik. İkinci, əslində biz kitabımız buradan başlayır mənim üçün. Yəni 7B-dən başlayır ki, yəni 22-ci PDF-də 22-ci səhifədən kitab mənim üçün buradan başlayır və dediyim kimi bura çox biraz xətti mənim üçün zordur. Yəni əvvəldə də elə bunu oxuyanda zor idi mənim üçün, indi də zordur. Mən deyirdim ki, biraz bu kitabları oxumuşam, bu 1000-ə yaxın kitab oxumuşam. Bəlkə bunlarda biraz türkü gücüm və əlyazmanı oxumaq güclənibdi. Görürəm ki, yox. Elə yenə də aynıdır. Bu kitabı gərək dana-dana adam üstündə işləyə və şey ola. Üst-üstə mən keçmişəm standart dildə yazılan, qələmlə yazılan kitabları, o cümlədən Osmanlı olsun, Səfəvi olsun, Hərat məktəbi olsun, yəni Teymurilər olsun, Şəbanilər olsun, bunların üzərində işləmişəm. Yəni deyək ki, Buxara və Səmərqənd məktəbləri olsun, bunların üzərində işləmişəm. Amma bu əl yazılar, onlar da əl yazılar, amma onlar daha standart yazılır. Yəni təqribən o xətti öyrənənlər hamısı bilirlər ki, xətt nə böyüklükdə olacaq, nə qələmin ucu nə cür olacaqdır, hərfləri necə bir-birinə yapışdıracaqlar, hamısı elə bir şey çapdan çıxmış olmuş kimi olacaqdır. Amma bu kitab ki görürük, hər səfəsi demək olar ki, bir əldən çıxıbdır. İndi burada əvvəl Nəsimi Həzrətlərinin şeirlərindən görürük, bu ikinci səfədir. Bu üçüncü səfhədə görürük Nəsimi Həzrətlərinin şeirlərindən. Dördüncü səfhəni də gördük. Mən burada Nəsimi Həzrətlərinin adını görəndən sonra davam edirəm. Burada da yenə Nəsimi Həzrətlərindən. Diqqət eləsəz, təqribən bu Nəsiminin yazan, şeirləri yazan aynı xəttdir, aynı adamdır. Və davam edirik yenə burada. Mən bu xəttindən elə deyirəm ki, məsələn, indi burada biraz dəyişdi. Baxın, burada biraz dəyişir, amma mən baxım görürüm ki, burada Nəsimi, bura Nəsimidir. Burada ey riyazi deyə dəyişdi. O xəttinlə bu xəttin biraz fərqi var. Ey riyaziyə geçdi burada. Qamətəş sovgənd bəlak mərə. Zir sərvi کنید خاک مرا. Burada görürük ki biraz el yazmanın modeli değişti.
Acca, yəni üstdəkinə görə daha oxunardı bu. Yəni buradan Nəsiminin şeirlərini gördüyümüzdə bu Nəsimi deyil, Riyazi adında bir adam olacaqdı. Bunun şeiridir. Bu Riyazinin şeirlərindən burada bir neçəsini görürük dalbadal və farscadır. Bunu da bilək ki, farscadır bunlar. Bu iki səfər Riyazinin şeirlərini gördük. Üçüncü səfərdən keçdik bu əlyazıya ki, dedik o standart əlyazıdır. Bu səfərdə indi biz 3 cürə əlyazı görürük. Yəni PDF 35-də 3 cürə əlyazı görürük. Üstdə çapa yaxın, onun altında öncəki əlyazıya yaxın ki, ola bilərdi. Məsələn, bu o xətt ilə yazılırdı ki, Nəsimi Həzrətlərinin xətti idi, şeirlərini yazırdılar. Sonra burada qıraqda bir dənə üstünə şayə vardı. Bu da bir ayrı əlyazmadır. Bu birisi səhifəyə gəlirik. Yenə də burada ehtimalən ola bilər ki, Nəsiminin xətti şeirlərin yazan xətt deyil, amma ona çox yaxın bir əlyazmadır. Bunların qırağında isə bir ayrı əlyazma görürük. Bu da bir ayrıdır. PDF-də 37-ci səhifədə fərqli bir əlyazmanı görürük ki, davam edir. Bu səhifə ondan ibarətdir. Amma Reyhani adında bir adam nəzərimə gəlir ki, onun şeiri olacaqdır. 38-də aynı xətt ilə bəlkə davam edir. Daha xəttləri gözüm daha təşxis verə bilmir. Çünki yadımdan çıxdı, o nə cürdür, bu nə cürdür. Amma çox fərqli. Nəcati, gəndə burada Nəcatini gördük. Nəcatidən şeir, ehtimalən Nəcatinin şeirləridir. Bunlar hala davam edir. Bəli, Nəcati də hala burada da davam edir. Burada yenə gəlirik 42-ci səhifədə PDF-də iki cürə əlyazma ilə tanış oluruq ki, çox fərqlidirlər. Və bunlar hərəsi özü bir məktəbdir, yazma məktəbidir. 43-cü səhifədə iki dənə şeir görürük ki, təqribən aynı xətt ilə yazılıbdır. Şeirlər 4 sütunda yazılıb, yəni 4 misrə bir-birinin dalısıca bir sətirdə gedir. Bunu burada gördük. 44-cü səhifədə aynıdır. 45-ci səhifədə əlyazma dəyişdi və Nəsimi Həzrətlərindən iki şeir ilə qarşılaşırıq. Ehtimalən son şeiri ki, burada oxumuşuq, yəni 44-də o Nəsimidən olacaqdır. Ehtimalən bu farsca şeiridir. Bu iki səfə Nəsimidəndir. Farscadır amma. Yox, elə bu da türkcədir. Düzdür, burada əz Nəsimi əst, axiri belə bir şey yazıbdır. Ehtimalən bu üstdəki şeir, yəni bəlkə bu şeirlər ki, burada görürük, bunlar da Nəsimidəndir. Bunlar yox, bu iki dənə, bu səhifə. Çünki burada altında əz Nəsimi əst. Bunu burada gördük. Amma şeir özü türkcədir. Altında da yenə o 4 sütunda yazılan şeirlər Nəsimi Həzrətlərindən olacaqdır. Çünki bu birisi səhifədə, bəli, bu ikinci şeirdə, yəni indi bu kitabda biz 3 dənə şeiri görürük. 4-cü, 40 bu kitabı belə səfəniyə keçsəm daha yaxşı olacaqdır. Bizə aman verəcək ki, gözəl görək, amma burada da nömrələri görməyəcəyik. Üstdəki şeir qətən Nəsimidəndir, çünki özü altında yazıb əz Nəsimi əst. Altında bir şeir görürük 4 sütunda və 1, 2, 3, 4, 5, 6, 7. 7 şeydə, yəni xəttdə, sətirdə. 28 şeydən ibarətdir, yəni. Misrədən ibarətdir. Bu 28 Bu 28 misrəin sonun ikinci misrəində Nəsiminin adı keçir. Son bu 28 misrəlik bir şeydir, bunun şeiridir. Bunun son iki misrəyində
burada Nəsiminin adı geçir. Ondan sonra yenə də bir 4 sütunluq şeir başlayır ki, Nəsimidəndir və axırda bu birisi səhifədə, yəni ehtimalən kitabda 19-cu səhifə A, burada onun davamını görürük ki, 4 misrəsi, 6 misrəsi, yəni 3 beyti bu səhifədə yazılır. Ondan sonra bir ayrı şeir başlanır. O da Nəsimidəndir. Kitabın sonunda 2 dəfə şeirin sonunda əksini görürük. Gedirik 49, üzrəm 19B Nəsimi Həzrətlərindən yenə bir şeiridir. Burada ikinci şeirdə başlanır. Ehtimalən bunun davamı 20 ada olacaqdır. Nəsimidəndir, bəli, 20 ada və 20A ikinci şeirdə Nəsimidəndir. Üçüncü şeiri başlayır. Bu 20B-də görəcəyik bunu. 20B-də çox uzun bir qəsidə kimi görəcəyik bunu, zahirən görürük da, ehtimalən davam eləyəcəkdir. Bəli, bu da Nəsimidən imiş, uzun bir qəsidə kimi gəlir burada qurtarır. Bu birisi 21A-da qurtarır və ondan sonra bir şeir başlanır. O da Nəsimidəndir. Bu kitab bu səhifədə qurtarır. 21B-yə keçirik. 21B-də ehtimalən bu Nəsimi olacaqdır və ikinci şeir başlayır. Onda da əlbəttə bu ikinci şeirin qırağında da tərsə bir şeir yazılıbdır. Əcəba o nədir filan, onu görək ki, nədir? Arxada bunu görək, bunun haqqını. Bu da yox, bu Nəsimidən deyil ehtimalən. Bu şeir ehtimalən burada başlayır. Görək bunu bu üzdə var üstündə ala şəninə qudrəti kamil bila bigər aşıqı qımandılsın. Olur ehtimalən. Bəli, bu olur şeiri ki, son beytin sonu olurla qurtarılır, devam edir və ey Nəsimi, bəli, şeirin son dördüncü sondan qalanda 4 misrə, dördüncü misrə, yəni aşağıdan 4-cü misrədə Nəsiminin adı keçib, ondan sonra 3 dənə misrə gəlibdir. Yenə Nəsimi üçün bir ayrı şeir vardı. Əcəba bu kimləndir? Bunun adını görə bilmirəm, amma bu xətt ilə yazılıbdır, bir itirdim. Sənqa ya saqa kimi bir beytin son kəlməsidir. Mən təəssüflə beytin, şeirin dilini bilmədiyim üçün bunları deyə bilmirəm ki, məsələn, bu son kəlməyə nə deyərlər. Amma mən çalışıram ki, burada görün bu şeir kimdən ola bilər. Ehtimalən Miri'sinin eşq, Miri, Nəsimi, eşq ola bilər, Nəsimidən olsun. Qıraqda bir ayrı şeir görürük, təzəşdən onun qırağında bir ayrı xətt ilə, əlbəttə bu xəttilərdən də, aynı bu xəttləndi, biraz fərqli əlbəttə şeirlər görürük. Arxa səfəsində, yəni 22B-də şeir davam edir. Mən çalışım, görüm ki, burada kimin yazısın, kimin şeirin olduğunu görək. Görə bilmədim. Miri adında ehtimalən də burada da Miri görmüşdüm. Ehtimalən Miri adında bir şairin şeiri olacaqdır. Nəsimidən sonra bu şeirə keçir. Ehtimalən burada da Miri elə davam edir. Mənə belə gəlir ki, Miri şeirləridir. Sonra bu Miri kimdir? Tanımıram. Əcəba bu tanınan bir şairdirmi, yox deyilmi, onu bilə bilmirəm. Miridən dahi ehtimalən şeirlər davam edir. Bir ayrı əl yazmada əslində bu biraz Nəsiminin əvvəl şeirlər ki yazılmışdı, ona yaxın, amma yaxın, yəni o deyil, o əl yazma deyil. Qıraqda da bir əl yazma vardır və burada da görürsünüz, əl yazmalar çox fərqli və hətta şəkillər də fərqli. Yəni burada şeiri yazıb gəlib aşağıya, aşağıdan təzəşdən başı üstə bir şeir yazıb gedib aşağıya. Bir sütunda, sonra bir sətirdə qıraqla, kitabın qırağı ilə gəlibdir və şeiri qutarıbdır. 24A-da da aynı cürə şeirlər görürük.
aralıq zad yoxdur. Yəni üzrəm şeirlərə başlıq qoymadığı üçün nəzərə gəlir ki, amma yəni bir nəfər toplayıbdı, amma başlıq qoymayıb şeirlərə. Rəngi də dəyişməyibdi. Qələmlər də fərqlidir. Bu da bunu göstərir, bir nəfər toplamayıb. Ehtimalən bu bir məcmuədir ki, müxtəlif adamlar bunu yazıblar. Mən beləsi görürəm. Mən istəyirəm görüm ki, bunlarda bəlkə bir əlyazmanın fərqliliyini görürük. Ələn çox ciddi bir kitabdır bu. Öncə də məni belə məşğul eləmişdi. Bəlkə 2 cələsə bunun üstündə vaxt qoymuşdum, ya 3 cələsə yadımda deyil. Fikirəm 2-3 cələsə bu kitabın üzərində vaxt qoymuşdum. İndi də o qədər vaxt qoymaq istəyir, ən azından canlı yayında. Sonra təbii ki, bu şəxsi mütaliəyə keçəcəkdir və görək ki, haracan apara biləcəyik. Mən səhifələri davam edirəm, aynı əlyazma ilə davam edir. Əcəba bu şeir kimdəndir? Mən bunları bir axtarım. Görək ki, Miri ehtimalən olacaqdır. Mirinin şeirləri ilə davam edirik hala. Amma mütməyin deyiləm. Yəni mən indi burada şeirləri görürəm. Əlyazmaları da biraz zor oxuram əslində. Miriyəm eşqində vaqi neçə yıldırını belə bir şeylər görürəm, amma bu xətlər ki, Mirinin şeirini yazıbdır, bu da bir fərqli xətdir. Yəni Həzrəti Nəsiminin şeirlərini yazan xətt deyil. Mənə belə gəlir. Ola bilər ki, mən bunu fərqli düşünürəm. İndi bir dənə şeyə gəldik. Çalışmaya gəldik. Bu kitab 30A və 30B gördük. İndi gedək 31-ə. 31-də Nəsimini, aynı xətt Nəsimini yazıb. Əcəba üstdəkilər Nəsimi idilər, mən tanımamışam. O bir məsələdir, bizi qeydib bunu tozuşdan oxumaq istər. Çünki mən indi 30A-da, üzr istəyirəm, 31A-da Nəsiminin adını görürük. Ki bu iki şeiridə ki 30-dan da gəlibdir bura, 30B-dən gəlib 31A. Burada görürük ki, Nəsiminin adı vardı və 31B-də də Nəsiminin adını bu iki şeirdə görürük. Üçüncü şeirdə də Nəsiminin adını 32A-da görürük və xətt dəyişibdir. Bunu deyim ki, burada əlyazma yenə dəyişibdir. Yəni Nəsimini yazan əlyazma əvvəldəki əlyazma deyil. Biraz fərqlidir. Hətta mənə gəlir ki, bu səfə, yəni 31B ilə 32B, 32A fərqli əlyazmadır. Amma Nəsimidəndir bu, üstdəki, aşağıdakı Bəhram oğlu adında bir adam, elə bir ondan gəlibdir bir şeiridir. Və aşağıdakı şeir əgər oxuya bilsəm, bir ayrı adam olacaqdır ki, oxuya bilmirəm feilən adını və Bənu zindar oğluyam baş unurəm. Ehtimalən zindar oğlu nə deməkdir? Bəlkə şairin adıdır. Bəhram oğlunu orada görmüşdük. Zindar oğluyam, yenə burada var. Süleyman oğlunun Sari Rəcəbi bənzi belə bir şey görürəm. Burada şeiridə, bu da Süleyman oğlu ola bilər. Bu birisi səfə 33A gələndə görürük ki, yenə türkcədir feilən burada şeirlər, amma əcəba burada kim yazıb bunu? Ehtimal verirəm ki, burada İsfahanə min bəkum. Biraz bunu
bu fərqli əlyazmadır yenə bu. Yenə indi biz 33 adayıq və bu da bir fərqli əlyazmadır, amma burada əcəba o nə mənə oğlu idi, onun şeirlərinin davamıdır. Yox, şeiri sətir-sətir, beyt-beyt oxumaq istər ki, adam bunu təşxis versin. Burada bəhar oldu, ya çiçəklər açıldı, qəmu şəqlər, qəmu aşıqlər, məşuqə qandı, qəndin. Həsən dərdili yandı, bu boyandı, yandı o boyandı, sənin gibi səba karun əlindən. Ehtimalən cəfakar olacaq, amma səba kimi, səbakarın əlindən. Belə bir şey görünür. Aşağıda kim görək bu şeiri yazmış ola bilər? Son 2 beytə baxıram, bəlkə davamı bu tərəfdədir. Yəni indi 34-cü səhv vəraqda A tərəfə baxırıq. 34 B-yə baxırıq. Görək ki, burada bəllidir ki, burada şeirlər arasında bir zərbidər kimi çarpı əlaməti qoyubdur. Onu burada görürük, amma yəni bu da ehtimalən bir-birindən şeirləri ayırmaq üçün qoyulubdur. Amma elə bir sətir arası qoyulubdur. Yəni o cürsə də deyil ki, çox da təşxis versin. Yenə bura bir fərqli əlyazmadır. 35 ehtimalən A bura gəlmişik və burada da bir fərqli əlyazmadır məncə. Yenə də o zərbidərlər şeirləri bir-birindən ayırmağa çalışıbdır. Bu ehtimalən bura farsca yazılıbdır. Mən 1-2 beytə baxdım, mənə gəldi ki, bura farscadır. Bu birisi səhviyə getiririk, yəni 35 ehtimalən B, ehtimalən dediyim üçün, çünki burada farsca görünür, əl yazması fərqlidir. 36 A görürük, burada yenə farscadır, davamı aşıqdıcısı, pərişan filan, muyəst o filan. Yenə burada xətt yenə biraz dəyişdi məncə, yəni düzdür bu adamın əl yazmasına banzır ki, 36 A yazmışdı, 36 B'de amma biraz fərqli yazıbdı. Burada kim yazır? İn Humayun xanə ra yari nigah dar az xilal çون مقام شاه سلطان زاده مرد و سراست تا عجب شر دولتش تا به محşer dövlətəş baqi dərin. Ehtimalən burada Sultan Əhməd kimdir? Onun haqqında bir farsca şeiri burada görürük ki, yazılıbdır. Devam edirik, farscadır. Yenə də Sultanı Xuban burada gördüm, amma bu kimdir yenə? Bəhr təhrir sıfat xətt او به بخت سیاه یا بخر سیاه جز سواد چشم خون مداد من نگرد چون ریاضی بارها کردم نظر بر درش یک ذره از سلطان خوبان میل داdı من نکرد. Belə bir şey görünür. Burada ehtimalən riyazi şairin adı olacaqdır ki, burada tikrar olur. Yəni o birisi şeirlərdə tikrar olur. Yenə farscadır bu birisi səhifə. Burada indi 38 A-da görürük ki, o xətti qurtarır və bir ayrı xətti ilə başlayır. Yəni üstdəki 2 sətr o birisi o farsca olan şeirdən idi. Buradan sonra xətt çox standart bir əl yazmaya gəlir ki, burada riyazinin adını görürük. در جهان نام ریاضی را به عزت کس نبرد تا که از خیلی سگان کوی یار من نشد. Burada belə bir şeirdə görürük ki, riyazinin adı çəkilibdir. Buradan bu yüzdəki şeirlərdə görürük çox gözəl yazılıbdır və oxunaqlı bir şeirdir. Hala riyazinin şeirləri ilə davam edirik. Mən o 40 A-dayam və 40 A-da biraz xətt dəyişdi. Yəni əslində deyək ki, xətt 39 A-da B-də, 39 B-də dəyişməyə başladı.
Hardan? Ehtimalən Riyazinin şeiri bu səhifədə ikinci şeiridir. Ondan sonra Türkçəyə başlayır. Hərcə eyş etməcə bir yar canım var benim, var benim. Ansızın olmaqla bir xəttə bir ləhzə nə canım var benim. Beləsi bir şeirlə gəlir. Qasimi ben coray edersəm, cor edərsəm. Qasimi ben cor edərsəm, ғəm yemə dedi Həbib. Aşık sadık olana la sahabem var benim. La sahabım var benim. İhtimalən bu Qasimi olacaqdı. Ya Həbib, indi görək bunların hangisi çıxacaqdı. Buradan xətt değişir əslində və 40A-da da aynı vəziyyəti görürük. 40B-də nəzərimə gəldi ki, farsca bir şeir görürəm. Elə bu 40A-dan başlayıb aşağıda مرغ دلگر عرصه بستان جان میبایدش در حریم وصل جانان آشیان میبایدش. Belə bir şeir başlayır və bu ta ریاضی گوید اوصاف لب و دندان او از گوهر الفاظ از şeker زبان میبایدش. Belə bir şeirlə qurtarır. Sonra görürük yenə riyazidir və yenə riyazidir və devam edirik yenə riyaziyan, burada riyazi, bəli, və şeirlərə beləsi riyazi. Bu şeir kimləndi? Bəray Hacıyan. İhtimalən burada şeir riyazidən deyil. Mən bu şeir riyazidir bu. Əlbəttə bu şeir görürük bu səhifədə üstdəki şeir, kamil şeir riyazidəndir. Bu şeir isə burada bu şeirin adı görsənsə də mən təşxis verə bilmədim. Xosrov ola bilər. Xosrov yazıbdır. Xosrov butpərəst ərçər xətt-u xali çey rəsid. Belə bir şey yazıbdır. Sonra bir ayrı şeir başlanıbdır. Bu xətti yenə değişir nəzərimə. Görün bu Türkçədir. Əlbəttə bu başlayan, yəni orada bir çarpı əlaməti qoyubdur. Ondan sonra Türkçə bir şeir başlayır. Gülüstan aləmin daim bana bir xar durur, durdur. Bir nəfəs şad olmazin, fikrim ғəm dildardur. Cah dəhrin qəhridir, cahi fəraqi yardır. Qənqi birin edin, qənqi bir bən edin, bin dərdlü dərdim vardır. Böyle bir şeirlə devam edir və şeirin sonuna baxıram, görürüm ki, acaba burada bir canimə kar eylədi ey cur çرخی بیقرار هجر یار و زوری اغیار و جنایی روزگار جفایی روزگار هر چیزی خندان و شادان و سریر و خار و zar gengi bir ben edin bik bey bin dürlü derdim vardır. İhtimalən burada şairin adını mən görmədim. Ondan sonra bir dənə 3 beytli bir fars şeir görürəm. Əlbəttə devam edir. Və mən qatışdırdım. Sonra yəni 5 beytli bir fars şeiridir. Ondan sonra yenə də bir əlamət çarpı əlaməti və ehtimalən dil değişmə əlamətinə çarpı qoyur. Belə görürəm mən. Ondan sonra Türkçə bir şeiri görürük ki, bu şeiri arxada, yəni 42 A-da idi, 42 B-yə keçirik. Türkçə şeiri görək kim yazmışdı, əgər adını tapa bilsək. Əhmədinin gözü yaşın görəli, rəhm edib ağlaşdilər, dağ ilə daşlar dersən. Belə bir şey. Ondan sonra yenə çarpı əlaməti qoyub, amma yenə Türkçədir. Ehtimalən şairləri değiştirir. Şairləri değiştirir. Bu şeir kimdən olacaqdı? İsməti adında bir şair olacaq ehtimalən. Bəndələri bu gecə mehman olursa İsməti, nəhsə ikən
Bəl Səd Əkbər ola ildüzüm, inanıb peymanənün meymanünə beyanı ehtimalən beyanı ki şimdiyədək ey bi vəfa zayi olmuş salımahu həftə və ruzum bənim. Beləsi bir şeir sonuydu və orada mən nəzərim gəldi şairdir. Əl yazma burada değişdi, səriyən getdi. Səriyən yenə qeydir. Həzrəti Nəsiminin şeirin yazdığı qələm gəlir. O qələmi mən burada görürəm, çalışıram, görürüm ki, bəlkə bu qələmi də Nəsimidən olar, ona bir çalışım. O qələm gəlibdir, Nəsiminin qələmidir, səriri yanməsin göydə, rəhm et duzəxi hicrə, çün ey curi pəri cənanın İsrət qəddar olmaz. Belə bir şeydir. Oxuya bilmədim, adı görə bilmədim. Bu səhvədən geçirəm. Başqa 43A. Görək ki, burada tir qəmzəndən dinləmiş sinəmə meyl eyləyib. Böyləsi bir şeirlə başlayır. Yəni son beyti, 2 beytləri beləsidir. Şairin adını görsəm də təşxis verə bilmədim. Aynı əl yazma davam edir. Bir çox baxıram ki, bəlkə burada şairin adını görərəm. Orada görmədim. Burada davam edir bu şeir. Mən baxıram, bəlkə burada görərəm. Çox getdim. Başımı qoysam rəhi eşqində yavr bilməzim. Ey səriri tuyi sərami sərəncanım bənim. Ehtimalən rəhi ola bilmirəm. Bunu xamil deyə bilmirəm. Aynı əl yazma davam edir. Bir ayrı əl yazma davam edir. Mən bunu görürəm. Bu şairi hər kəs deysə bu səfələrin şairi görə bilmirəm. 44 bir ayrı çox gözəl bir yazı ilə yazıb, amma tərsi yazıbdır. Onun üçün bunu da oxumaq biraz indi gərək kitabı çevirəm, istəmirəm çevirəm, çünki fiziki vəziyyətdə əslində baxırıq kitaba. Fəqət şeirlər indi burada bir çox gözəl yazılıb, çox gözəl, rahatca oxunan bir xətt ilə yazılıbdır. Görün mən burada bir ad görə bilərəm. Zahirən təxmisdir ya təxmis olacaqdır. Belə bir şeir görürük. Burada fars imiş, əlbəttə diqqət eləməmişdim dilinə. Burada fars imiş, bu də burada farscadır. Və burada türkcə başlayır, yenə də qeydir Nəsiminin xəttinə. Yəni o xəttə yaxın bir xəttdir. Farsları biraz gözəl yazıblar bəzi yerdə. İndi burada Nəsimini yazan xətti görürəm. Burada əcəba Nəsimi ya hər kəs ki bunu yazıb, bunun xətti adını görə bilsək. Amma gərək bu şeiri adam sətr oxuya, ta eləyə bilər ki, bunu görsün, bunu kim yazıbdır. Mən də fəqət beləsi baxıram. İndi burada bir şeir beləsi əmudi yazılıbdır. Təzəşdən burada aşağıda tərsəsi bir şeir yazılıbdır. Bu birisi səhviyə geçirəm. Bu da gözəl xətti ilə yazılıbdır. Əlbəttə bura dedik şeydir. Burada ehtimalən orada qutardı o xətt və burada bir ayrı xətt də geçirik. O şeirin davamı ola bilər burada. Çünki burada amma yox, ola bilər ki, başqa bir söz olsun.
türkcə bir şeiridir. Onu da görürük. Felən təşxis verə bilmədik. Bu səfədə yenə də əl yazı dəyişdi. Bu səfər fərqli bir əl yazıya gəldik. Yəni bu 46B bir ayrı əl yazmadır və ehtimalən yenə də təxmisdir. 47A ehtimalən o birisi səhifədən gəldi, bir ayrı əl yazmadır və əcəba burada görə bildik ki, bu şair kimdir? Dost yad etmək imiş dua teküz axəri kar yürü samim yürü samim ya sami adam adında bir şair olacaqdır. Burada indi 47B bir ayrı əl yazmadır və fərqli bir əl yazmadır ki, də ehtimalən təslisdir, nə bilim, o cüzü bir şeirdir. Mən bunların adlarını bilmədiyim üçün bu kəlmələri işlətməyim. Çünki adam bilmədiyi şeyi xərablar onda. Ad qoyur və bu şeydə yoxdur, yəni. Bu 48A ilə 48B-in xətti fərqli var. Fərqli əllərdir, ehtimalən fərqli şairdir. Gərçə eşqündən görər mən gündə min azarlıq. Xaşa kim məhəbbətdən qılan bizarlıq. Beləsi bir şeirlə 2 beytidir əlbəttə. Ondan sonra yenə də bir çarpı əlaməti qoyubdur və bir ayrı türkcə şeirlə davam edir. Gəlib 49-da aynı xəttindən 2 sətr yazıbdır. Sonra yəni 2 beyt yazıbdır. Sonra xətt kollən dəyişibdir, formu da dəyişibdir. Çox gözəl bir xətt ilə bir ayrı şeir yazılıbdır. Məhşər, amma bunları oxumaq lazımdır. Aynı xətt ilə davam eləyibdir. Biraz dəyişir, əlbəttə bir adcaca dəyişir, amma davam eləyibdir və burada çox fərqli bir şey düzəldibdir. Əslində 3 boyutlu, farsça sebodu deyirlər, 3 boyutlu bir şəkil yaradıbdır şeirlərin yazısı ilə. Çox gözəl 50A və 50B-də buradan əksini salmışam, bu kitabı vermişəm ChatGPT-yə. Burada saxlıram, istəyirəm ki, buracanı bir görək ki, bizə nə deyir. Bu kitab 600 səhifəlik bir kitabdır və biz bunun buracan bilmirəm neçə dəqiqədir. Əlbəttə burada baxıb çıxada bildik ki, neçə dəqiqədir. 58 dəqiqədə biz eləyə bilmişik bunun fəqət 100 səhifəsinin zahirinə baxaq və şairlərin eləyə bilsək adlarını çıxadaq. Mən istəyirəm burada ChatGPT-dən soruşum ki, buradan verdiyim məlumata əsasən, bilgilərə əsasən siz bu kitabın adı haqqında bir hədsiniz varmı? Və əcəba bu kitab əlbəttə şeirləri oxumamışıq, amma bununla belə tanınan bir kitab mıdır? Hangi ildə yazılıbdır və kim yazıbdır? Əcəba belə bir məlumatı bula bilər misin? Fransa əksində göndərmişdik. Yazır, mən sonra bunu vurum, səsini bərabər qulaq asaq. Çünki bu mənim üçün önəmlidir. Fikirlərim sizlər üçün də önəmli olar bu kitabın haqqında. O, çox uzun yazdı. Yəni, çox uzun bir şey yazır. İndiyə qədər verdiyiniz məlumatları və indi yenidən apardığım axtarışı birləşdirəndə bu əlyazma haqqında artıq bir neçə şeyi qəti, bir neçə şeyi isə yalnız ehtimal kimi demək mümkündür. 1. Kitabın adı nədir? Görünür, bu kodeksin müəllif tərəfindən verilmiş vahid bir əsər adı yoxdur. Ən düzgün adlandırma BNF Turc 295 şeir və müxtəlif mətnlər məcmuəsi və ya elmi kataloqlaşdırmada mecmua Requiem olardı. Bunun səbəbi sizin özünüzün gördüyünüz quruluşdur. Nəsimi, Mihri, Nəcati, Riyazi, Səriri, Şahi və başqa şairlərin əsərləri
Türkçe və farsça parçalar, müxtəlif əllər, sonradan əlavə edilmiş yazılar və kodeksin sonraki hissələrində başqa mövzulu mətnlər bir cilddə toplanıb. Yəni bu Nəsimi divanı deyil, Şahi divanı da deyil. Şahi divanının bir mətn şahidi onun içindədir. Müasir araşdırma da açıq şəkildə Parisdəki Turc 295-i Şahi şeirlərinin yerləşdiyi mecmua adlandırır. 2. Kim yazıb? Burada daha maraqlı cavab var. Bir nəfər yazmayıb. Sizin saatlardır gördüyünüz əl dəyişmələri bunun ən yaxşı daxili sübutudur. Bir yerdə çox səliqəli xətt, bir yerdə sürətli və çətin xətt, başqa yerdə fərqli qələm, farsça və türkçə mətnlərin bir-birinə qarışması, kənarlara və hətta tərsinə yazılmış şeirlər. Buna görə bu kodeks üçün indiki mərhələdə katibi filan kəsdir demək olmaz. Bu müxtəlif katiblərin və istifadəçilərin zaman içində formalaşdırdığı məcmuə təsiri bağışlayır. Bu da sizin çox mühüm müşahidənizi təsdiqləyir. Nəsiminin qələmi dediyimiz şey Nəsiminin öz xətti deyil, Nəsimi şeirlərini məcmuəyə köçürmüş əllərdən biridir. 3. Nə vaxt yazılıb? Burada da bir tarix vermək təhlükəlidir. Sizin gördüyünüz 1433-ü artıq əl yazmanın tarixi hesab etmirəm. Əvvəl tapdığımız köhnə provenans məlumatı onun Fransa kitabxana sistemindəki Reg 1433 dikiş şifrəsi ilə əlaqəli olduğunu göstərir. Əsas məsələ sizin gördüyünüz 1007 Həcc, 1798-1799 kimi qeydlərdir. Əgər şəkildən 1007-nin həqiqətən həmin mətnin yazılma, istinsaq tarixi olduğunu təsdiqləyə bilsək, kodeksin ən azı müəyyən bir qatını Xınsesin təsirinin sonuna aparmaq mümkündür. Amma bütün 294 vərəqi 27 Hacc'da yazılmışdır demək olmaz. Əksinə, indiki dəlillər məcmuənin müxtəlif tarixlərdə yaranmış qatlarının olduğunu düşündürür. Bu baxımdan ən düzgün ilkin tarixləndirmə open quote, qısa təsirin sonu qısa alt təsir, müxtəlif tarixlərdə və müxtəlif əllərlə formalaşdırılmış məcmuə close quote şəklində olmalıdır. 4. Bu əlyazma tanınırmı? Bəli, amma mühüm bir fərqlə. Əlyazmanın mövcudluğu tanınır. Yəni Turc 295 elmi dünyanın xəbərsiz olduğu kataloqlaşdırılmamış bir əlyazma deyil. Hətta onun müəyyən hissələri birbaşa akademik araşdırmaya daxil olub. Ən güclü nümunə Şahidir. Üzeyir Aslanın Şahi divanının 2 yeni yazma nüsxası adlı araşdırması Parisdəki bu məcmuənin Şahi divanının F nüsxəsi kimi istifadə edir. Orada Turc 295-də 86 Şahi şeiri müəyyənləşdirilir. Daha əhəmiyyətlisi onların 57-si yalnız bu əlyazmada mövcuddur. 2021-ci ildə çıxan başqa bir araşdırma da bunu yenə təsdiqləyir və açıq şəkildə Open Quote, Paris Milli Kitabxanasındakı Turc 295 nömrəli məcmuədə Şahiyə aid 86 şeir, Close Quote olduğunu bildirir. Bu son dərəcə əhəmiyyətlidir. 5. Amma kitab tanınır demək, kitab tam araşdırılıb demək deyil. Mənim indiyə qədər apardığım axtarışda Turc 295-in bütöv 2x94 vərəqinin tənqidi elmi nəşrini tapa bilməmişəm. Eyni şəkildə bütün kodeksi, kodikologiya, paleografiya, əllərin müəyyənləşdirilməsi, bütün şeirlərin inventarı, müəlliflərin identifikasiyası, dillərin müəyyənləşdirilməsi, mətnlərin digər nüsxələrlə müqayisəsi, provenans baxımından əhatə edən monografiya və ya doktorluq dissertasiyasını da həllə tapa bilməmişəm. Bu ikisini ayırmaq çox vacibdir. Turc 295 tanınır. Turc 295-in müəyyən hissələri araşdırılıb. Amma Turc 295-in bütövlükdə tam öyrənildiyini indiki dəlillər göstərmir. Hətta Şahi hissəsinin özündə 57 şeirin yalnız bu məcmuədə olması kodeksin mətnşünaslıq əhəmiyyətini göstərir. 6. Bir qarışıqlığı da bir dəfəlik ayıraq internetdə Supplement Turc 295 adı tamam başqa əl yazma da var. O 183 vərəqdir. Hisus əsrin ikinci yarısına tarixləndirilir və Əhmədi dayının filoloji materialları ilə başlayır. Bu sizin təxminən 600 PDF səhifəli məcmuəniz deyil. Maraqlıdır ki, Şahi haqqında bəzi müasir akademik məqalələr Paris nüsxəsini SUP Turc 295 kimi göstərirlər. Buna görə bibliografiyada ciddi bir şifrə qarışıqlığı yaranıb. Sizin əlyazmanı araşdırarkən bunu xüsusi qeyd etmək lazımdır. Mənim indiki nəticəm, əgər bugün bu əlyazmanın elmi kataloq kartını hazırlamalı olsaydım, müvəqqəti olaraq belə yazardım. Open Quote, adı, məcmua və müxtəlif mətnləməsi, yer Paris Vic National de France, şifrə Turc 295, həcm təqribən 2x94 vərəq, dillər türkcə, Osmanlı, Şərq Türk ədəbi, farsça və digər əlavələr, məzmun, Nəsimi, Nəcati, Mihri, Riyazi, Səriri, Şahi və başqa müəlliflərə aid şeirlər.
Sonrakı müxtəlif mətnlər. Katib vahid katib müəyyən edilməyib, çox həlli məcmua. Müxtəlif qatlar, ilkin olaraq xalq əsrin sonu, xanz əsr. Provenance, Fransa Kral Kitabxanası ilə əlaqəli köhnə qeyd, şifrə, sonradan BNF tədqiqat vəziyyəti kataloqlaşdırılıb və ayrı-ayrı hissələr araşdırılıb, bütöv məcmuənin tam elmi nəşri tədqiqi hələ müəyyən edilməyib. Close quote. Və məncə tez məsələsini hələ bağlamayın. Əksinə, hazırda əsas sual artıq bu əlyazmanı kimsə tanıyırmı? Deyil. Tanıyırlar. Əsas və daha maraqlı sual budur. Turc 295-in bütöv məcmuə kimi hansı hissələri hələ elmi olaraq işlənməyib? Bunu müəyyənləşdirsək, sizin üçün həqiqətən orijinal doktorluq mövzusu olub-olmadığını çox daha ciddi şəkildə deyə bilərik. Tamam. Biz buradan indi gördük belə bir şey yazılıbdır. Əslində biz burada 600 səhifə görürük, yəni 300 vəraqdır. Amma burada deyir ki 294 vəraq. Bu ola bilər ki, əvvəldə bir 2 vəraq əlavə ediblər. Onu çıxsaq alar 298 və 299 vəraq. Ehtimalən o ağ vəraqları da çıxsalar, o da biraz çox olar. Əlbəttə onda daha çox gələr aşağıya. Əgər səhv eləmirsəm, mən keçsəm aşağıya və bu kitabı, bu 2 vəraq hələ heç 1, 2, 3, 4, bunu da hesab eləməsək 5, 6, bunu da hesab eləməsək 7, 8, hələ 7 də burada qoyaq qalsın. Aha, buradan 1 olsun, 7. Buradan 1 olsun. Buradan oldu 7 səhifə buradandır. Kitabın sonunda görək neçə vardı? 7 deyək. 1, 2, 3, 4, 5, 6. Genəli 7-də başlayır kitab. Əslində burada yazı davam edir. Yəni ola bilər ki 14, yəni 7 səhifə çıxsa, təqribən bu gəlir, biraz az fərqimiz olur, amma o da sayı fərqi ola bilər. Mən burada bir sual soruşum. Əlbəttə bu o zaman soruşa bilirəm ki, şeirləri verəm, sonra soruşam, bu qalsın. Biz gəldik burada feilən 50-ci, yəni 100-cü səhifəyə gəlmişdik, əgər səhv eləmirsəm. Bəli, bura gəlmişdik. 50-nin sonuna ki, PDF-də 108 görsənir. Biz 50-nin kitabının içində 50-nin sonuna gəlmişdik. Buradan biraz daha hızlı getməyi düşünürəm. İndi kitabın içində 51-ci vərağa gəlirik və üstə 109 görsənir PDF-də. Oradan davam edirik. Biraz daha sürətli gedəcəyəm. Görəm ki, bu şeirlər kimindir? Səfəni yenə geçəldək burada bütün görsənsin. Çalışıram ki, bir ad tapım bu şeirlərdə, sonra davam eləyək. Burada 51-də xətti çox gözəl yazılıbdır, oxumalıdır, rahatca oxumaq olar. Standart deyil, amma əl yazması daha oxunaqlı bir xətt ilə qarşılaşırıq. Şahi Adam adında bir şairin şeirini burada görürəm, əgər səhv eləmirsəm. Deyir ki, can perüb bildirmadın dərdin axər yarğa. Bilkan il dərdinin gihidir şahi əcəb nadan imiş. Belə bir şeir görürük. Burada o şahi ehtimalən həman olsun ki, indi PDF bizim üçün dedi, onun üzərində 2 dənə ən azından araşdırma aparılıbdır. Amma niyə o kitabda biri deyib də 50 neçə, biri deyib 80 neçə, o məni biraz düşündürdü, əslisi düzünü axtarsaq. 51B-yə baxırıq, çox fərqli bir əl yazma, yenə də oxuna bilir bir əl yazmadır. Görək burada bir ad görə bilər miyiz ya yox? Burada ad görmədim bu şeirdə. Bu birisi şeirə baxıram.
Bu çox Cığatay ləhcəsinə, türk ləhcəsinə yaxınlaşır burada şeirlər və geri də dediyim kimi Şamiya, Şaminin şeiridir. Gələ Şamiya yari dəriq oldu yoktur əcəbi gərdisanın yad qılıb gərdisanın yad qılıb yarini besyar dəriq. Və bu şeirlə yenə bir ayrı şeirinə keçirik. Görək burada Şahiya, bəli, Şahidən şeiridir yenə. O birisi şeirə keçirik. O birisi şeir əcəba burada Şamiyadır. Yenə də Şami adında bir şairdir bu şeirlərdə. Bu xətti ki Şamidən yazıblar bir ayrı adam yazıbdır. Çox gözəl bir xətti var. Əlbəttə biraz değişir xətt, amma yəni demək olar ki aynı qələm, aynı xətti. Bəzi hərfləri ehtimalən fərqli zamanda yazdığı üçün şey oldu. Hətta cöhərin də rəngin təşxis vermək olur ki 152B-də cöhərin də belə fərqin təşxis vermək olur ki zamanda fərqləri dəyişibdir. Şahi ya Şami. Mən bu cüzü oxuram, amma ola bilər Şahi ya Şami. Bunlardan biri olacaqdır. Davam edirik o adamın Şahi ya Şaminin şeirləri ilə. Əlbəttə şeiri oxuyandan sonra təşxis vermək çox rahatdır. Şami, bəzi yerdə Şami görünür, bəzi yerdə Şahi görünür. Amma mən Şamiyə çox bənzədirəm ta Şahi. Davam edirik. Mən hala bu Şaminin şeirlərini görürəm. Ondan davam edirəm. Acaba bu şeir kimdən olacaqdır? İndi burada bir çarpı qoyubdur, bir ayrı şeir yazıbdır. Görüm ki Səboş Bavran qəmcinin gər başıma yağsa neyğəm səltənət ta çəndin ərtuğ başıma taşsın sənin. Ancədur əşki tökdükün mehnəti hicr içrə kesim yeryüzünü tuti Şahi ya Şami əşki dəryasın senin. Böyle bir şairlə dedim dilinin biraz daha fərqi vardır. Onu görürük. Şami oxunur bəzi yerdə. Ələn məsələn bu şeirdəki 54 A-da ikinci beyti, ikinci sətirdə ya son ikinci beyti şeirdə yazılıb görünür. Burada Şami oxunur ta Şahi. Yenə də bu səhifə davam edir Şaminin və bu birisi şeirdə də baxıram. Yenə də aynı adam yazıbdır və əl yazma aynıdır, davam edir. Nəzərə gəlir ki, bəlkə hər şairin şeirin bir adam yazıb bu dəftərə, bu məcmuəyə. Yenə də bu 55 adıyıq və hala Şahi ya Şaminin divanıdır. Burada kamil görsədir. Adı yazıb ki, son 2 beyt oxusam. Ey göngül min natəvanu yar müstəğna dəriq. Yeksa bulmaz vəsliğə kimkan istiğnadır ol. Şahi divanə və meyxanə günci. Ey nə mənə? Ey qəyə xanqah و şeyx kim huş əhliğə ma dur ol. Nə deməkdir? Beləsi bir şeir görürük. Yenə də bu səfələr onun yəni onun şeirləri ilə davam edir. Əcəba bu öncədən də bu şeir yazmışdı, ya görmüşük ya görməmişik onu bilmirəm, amma şeir davam edir. Hər şeirin qurtarandan sonra bir çarpı qoyur ortada. Onu indi burada təşxis verə bilirik. Şeir qeyddir. İndi burada əl yazma biraz değişdi. Görünən belə ki Şahidir hala. Şahi ya Şami ikisi də görsənir. Həm Şamiyə oxunur. O yerdə ki ya yapışıbdır. Mim görsənir. O yerdə ki yapışmayıbdır bir ayrı hərfə. H kimi görsənir. Onun üçün mən bunu hala o xətt ilə davam edirəm.
Burada görək bu düzdür, o xətt ilə davam edir, amma burada bəli, şah kim? Səltənət təcəlli ehtimalında, təcəlli lətafət mivəsi ol şah kim? Qaməti cildi bağ rizvan saridin, bəzmi işrət isrə bulsun çami bəri o kam bəxş. Ehtimalən bəri olmasın, əri olsun, belə bir şey. Tim olsun, ya Rəbb anga, asib dövran saridin. Bu beytlər qurtarır, amma mən burada adı görmədim, şairin adını görmədim. O birisi şeirə baxsaq, amma aynı qələm yazıbdır. O birisi şeirin sonunda şairin adı yenə Şahini ya Şayini görünür və sonki şeirdə, yəni davamındakı şeirə baxıram, yenə eynidir. Şahi ya Şamidəndir. Yenə Şamidən bir ayrı şeir və Şamidən, Şahidən yenə bir ayrı şeir. Mən bu şeirləri görürəm. Dua şahi, bəli, burada da şahidir, hala devam edir. Yenə Şami görünür burada. Və bu birisi şeirdə şahi, yenə də şahiqə yazılıbdır. Şami vəfaqilğay təmə. Burada o görünür. Yenə də aynı xətlə dediyim kimi nəzərə gəlir ki, hər bir şairin şeirlərin bir adam yazıbdır. Onun üçün də xətlər aynı devam edir. Farslıya keçəndə də zahirən bir ayrı adam yazır, amma feilən mən burada Şamiya, burada kamilən mı görsənir ki, Şamidir, Şahi deyil. Burada o kamilən o görsənir. Bu 61-ci ada 1-ci şeirin son misrəyinin son beytinin son misrəyində Şamiya oldum isə kim qılğusi badım yenə belə bir şeirindən qurtarır. O birisi şeir də yenə Şamidəndir və xətt davam etdiyi üçün daha rahatca deyə bilirəm ki, bu Şamidəndir. Oxumaq da əlbəttə olur. Ney əcəb şahiqə bidad iləsə ol şah-ı hüsnü. Cur qılmaqdır gədalar xayiqə sultan. O birisi səfədə Nəzərdin ilə başlayacaqdır. Bəs şeirin davamıdır, çox uzun. Bununla belə ki, yox, şeirin davamı deyil, mətləbin davamı da 62A-dır. Burada da aynı qələmlə yazı yazılır və mən burada çalışıram ki, bu şairin adını bu şeiri də görüm, amma üstə bir yerdə gördüm. 62A-ya gəldik. 62A-nın şairin adın əşğadan, şeirin əşğadan 4-cü sətrində, beytində görürəm. Əşğadan gedəndə üstə sayanda Cahan gülzaridə bir gülüdün İru avrizim şahi xəzan yafğaridir sarğardi bilgim zəfəranlü. Devam edir. Burada şahın adı gəlir. Onun üçün bunu oxumalıyam. Bu dərd qüssədin heç də özümdin naümid irdim. Vəli dərdiğə dərman bizim şahi Kamran buldu. Şəhi Ali Nəsəb Sultan Hüseyin ol kim qədimindən həzan əsbini görgan cəmənlar gülüstan buldu. İlahi ta cahan ara irür gülşən tirik bulsun. Çe dourida ating fariq bari biru cavan. Belə bir şeirlə qurtarır, amma üstə gördük ki, Şahinin adı ya Şaminin adı üstə geçmişdi. Mən bunu səhv elədim. Görürüm ki, bu şeir kimdəndir? Əlbəttə xətt aynı əl yazmadır. Onun üçün Şami ya Şahidən olacaq bu şeirdə, amma bəli, ara şahisənin halin, yəni nədir, belə bir şeydir.
o birisi şeiri də yenə Şahidəndir və bu da Şami olacaq. Bu şairin adı mən dahi Şami deyəcəm. Bundan belə ki, bəzi yerdə Şahi görünür. Bəlkə iki addır ona görə, amma aynı əlyazma ilə devam edir. Bəlkə də əlyazmada bu ittifaq düşübdür. Yəni xətt yapışanda bir şeyə o cür görünür, yapışmayanda o cür görünür. Bəlkə xətt yazılıqda, amma bunun Şami ya Şahi olması çox özün göstərir. Mən indi təqribən demək olar ki, tək-tək şeirlərin içində bu adı axtarıb tapıram və onun üçün də getirəm. Burada Şahiya və burada ehtimalən bir müsəccəyə təxmisə getir ehtimalən. Mən təxmisi görürəm ki, hər 5 misrədən biri təkrar olan kimi olacaqdır zahirən. Devam edir və 65 ada bu təxmis qurtarır. Qul ki İrğan, görün bunu birinci şeyin bilsək, o bizə yaxşı bir məlumat verər. Yar kim vəsliğə küb, irdim tələbkar ey göngül. Bariban yetgürdü məhzun caniğə arazay göngül. Azm etib olmin bulub məhrum didar ey göngül. Anglading ya yok mu kim qılmış səfər yar ey göngül. Vəhki buldun hicr ilgidin zar ey göngül. Bu vəhki buldun hicr ilgidin zar ey göngül. Məncə bu o təxmisin son beytidir. Gah-gahi bulğasın mindin xəbərdar ey göngül. Belə bir şeylə ey göngülündən əslindən bundan devam edir. Və dediyimiz kimi 65 ada da qurtarır. Amma mən burada şairin adını görmədim. Yenə də bir ayrı təxmislə devam edir nəzərimə gələn. 65 B-də qurtarır və bir ayrı təxmislə başlayır. O da türkcədir. Aynı əlyazma ilə devam edir. Mən də bunu devam edirəm. Hətta burada cöhərin rəngi bir yerdə dəyişibdir. Daha biraz tütləşib, qərəsi tütləşibdir. Təxmislər devam edir. Mən də o cür devam edirəm. Bunlarda təəssüflə adın bulmaq mənə zor olacaqdır. Feylən aynı xətt, aynı əlyazma. Burada bir şey yazıbdır. Tərcih əst inan. Buradan sonra tərcih deyə bir kəlmə yazıbdır. Ondan sonra tərcih yazıbdır. 4 misrədən ibarət bir şeirə deyibdir ehtimalən. Sonra 70-ci səhifədə kamilən hər şey dəyişir. Yəni, çox bir ayrı, fərqli bir şeirə geçirik. Ey arız gül xocistə didar, tubidən irür qəddin numudar, tuba qədinqa əgərçə manənd, bulsa yox anqa vəlik rəftar, bar xubluq lətafət itrə. Böyləsi bir şeiridir, uzundur zahirəndə, devam edir, gəlir və qıraqda gedir. Əcəba bunun yazanı kimdir? Eləyə bilsəm bunu əlbəttə çevirərəm, amma çevirsəm də səfəni qatacağım bir-birinə. Bəli, bunu eləmək olar. Çox rahatca oxunur. Bunun xətti çox fərqli bir tərrahlıq eləyibdir. Bir yenə aynı tərrahi devam edir. Bir ayrı bu səhifə hansıdır? 70A və 70B aynı xətt ilə aynı səfəni tərrahlıq eləməklə devam edir. 71A da aynıdır, 71B də aynıdır, 72A da aynıdır, 72B də aynıdır və bunlar türkcədir.
Yenə Cığatay dilinə çox yaxındır. Mən indi Cığatay deyirəm, bəzən mütəvəccüh oldum ki, mən hər şeyi Cığataya bənzətməməm gərəkirmiş. Çünki müxtəlif ləhcələr və zamanda dillərin, türk dilinin değişim halətləri, gəlişim halətləri, değişim halətləri fərqliymiş. Bu xətt davam edir. Mən burada şairin adını təəssüflə bundan belə ki, xətt də oxunaqlıdır. Diqqət eləmirəm ki, görüm kim yazıbdı bunu. Bu da mənim bir iradım. Biraz şeyə gələndə, rahat yere gələndə daha davam etmirəm. Mən bunu səfhəni biraz çevirməsəm də əlbəttə olar bunu. Çünki çevirsəm heç yerdə düzəlməyəcək. Görün bunun adını Yar vəsl oldum, əcəb dövlətli cam var imiş. Gerçi bu bölümün əlbəttə çevirməliyəm. Bu axırda ehtimalən 6 beytin oxumaq üçün mən bu səfhəni 4 dəfə çevirməli olacağam. Tamam. Gerçi birim dostlar bəxtü cavanım varmış. Ağzının sırrını kəşf etdim. Ağzın sırrını kəşf etdim, sərmuymiş ol. Görünə təb'i muşikafi xurdedanım varmış. Sinədə buldum xiyali ləblərin, bildim hənuz kim daxi bir zərrəcə cismimdə canım varmış. Bunu gördük, amma şairin adını nədən isə bu son zamanda görmədik. Ola bilər ki, bu bir ayrı yerdə yazmış olmuş. Mən bunu bir də çevirsəm əgər, bəlkə eləyə biləm ki, şairin adını hardan çevirəcək burada. Mən bunu biraz yekə, əlbəttə şeirləri oxuyanda, fərqli oxuyanda qeydib daha tapa bilərik, amma şeir beləsi ehtimalən başlayır. Görün bu birisi səhifədən davam edir, yoxsa bilmirəm. Yəni indi bu o birisi səhifədən davam edir ya etmir, onu bilmədiyim üçün. Təb-i namuzun xiyali şikli mevzun eyləməz. Təb-i namuzun xiyali şikli mevzun eyləməz. Var ümidim keydəsən, gözüm şinə bir nəzər. Şayili şaha kərim olən cu məğbun olə kim nəbz edə deytüli leyli zülfün gül. Belə bir şey oxunur, amma mən əyri olduğu üçün bunu oxuya bilmirəm. Davam edirəm, beləsi baxa-baxa gedək. Bugün ən azından bu kitabın Cəfəra ağrı sərdümgülü ancaq var ikən. Ehtimalən Cəfəra bu adamın adı ola bilər. Gəlsə qalə qilə bir müşkülcüşadır muşikaf. Ehtimalən bu şairin adı burada olacaqdır. Bəli, Cəfər. Şairin adı Cəfərdir. Burada təşxis verə bildim. Əcaba öncü səfərlərdə də Cəfər imiş. Cəfər. Mən bunu Cəfr oxurdum. Ona görə bir-iki yerdə bunu Cəfr gördüm, amma Cəfər imiş. Mən indi qeydirəm səfərləri arxaya və bu Cəfər kəlməsini görürəm. Və bu bir şeir deyil. Neçə şeirdən ibarət, amma bu tərzidə yazılıb. Məsələn, bu şeir əlan mən buradan göstərirəm. Aşağıdan 4 beyt qalanda bu misrə ki, beləsi 4 beyt qalanda qurtarır. Sonra bu bir ayrı şeiridir. Davam edir. Fərqli. Qeydirəm ki, davam edim. Cəfər ağanın şeirləri çox gözəl bir xətt ilə yazılıbdır. Taysız. Buradan gördüyümüz xəttlərin içində vaqəən hər cəhətdən gözəl yazılıb və daha oxunaqlıdır. Əlbəttə, bundan gözəl də yazılan var idi, amma onlar məncə məsələn çapiyə yaxınlaşırlar. Bu əl yazmaya daha çox yaxınlaşır. Hamısı əl yazmadır. Bu kitabda çapi bir şey yoxdur. Bu qətidir. Amma o qələmin şeyini deyirəm ki, fərqliliklərini istəyirəm çatdırım. Cəfəri yar olməsə bağa qoma ey bağban. Gülləri pozmərdə eylər həbdəm sərvi anın. Belə bir şeir gördük. Cəfər xaşirahimdir bənim. Yəni bu səfədə Cəfərdəndir. Məncə bu biraz Cəfərin şeirlərin bir cür yazıblar ki, kitab. Aha. İndi burada ehtimalən Cəfərin sözləri qurtardı. Yəni
79 B-də Cəfərin sözləri qurtardı. Çünki sonda da Cəfərə cor eylərisə canı dilbər qəm dəcül. Yarsız qalər cahanda eybsiz yar istəsin. Ehtimalən belə bir sözlə var. Əlbəttə bundan sonra bir dənə də beyt var. Ondan sonra getirir bir ayrı və ləhu kəlməsi ilə gətirib ehtimalən Cəfər orada. Bəli, Cəfərdir. Daha burada üç boyutlu bir təsvir yaradıb. Yəni bir mükəəb kimi, bir qutu kimi bir şey yaradıbdır. Şeirin səfhədə qoyuluşu ilə, tərrahisi ilə. Cəfər burada yenə görürük və ləhu eyzən 3 dana burada ləhu yazılıbdır və onun şeirlərini qoyubdur. Yenə burada xətti gözəldir, aynı xətt kimi davam edir. Biraz mənə fərqli gəlir, amma ola bilər ki, bu mənim səfəbəndi ya tərrahisindən dolayı ki, 3 boyutlu görsənir. Oradan dolayı mənə belə gəlsin. Burada Cəfərə çox gözəl. Mən fikirəm bu kitabın müxtəlif şairləri mən AI-lara tanıtdırmalıyam. Ondan sonra görək bunların hangisinin üzərində işlənməyibdir. Və ləhu eyzən yenə də əcəba Cəfərdir. Allah Teala rəhmət eyləsin, bizə çoxlu şeir qoyublar. Bu ləhular görsədir ki, Cəfərdən olacaqdır. Onun üçün bunlarda dayanmıram, davam edirəm. O şairlərdən ki, burada şeiri çox görünür, bu Cəfərdir. Ləhu və ləhu, bu ləhular ehtimalən bu kiçik qəzəllər ya şeirlərdə mümkündür ki, adı gəlmədiyi üçün elə ləhudan istifadə edib ta biz bilək ki, bu Cəfərdəndir. Amma burada bir iki dana uzun şeir görürəm. Acaba bunlarda adı gəlib ya yox? Ona bir baxalım. Görəlim ki, burada adı var ya yox. Mən görmədim bu birisində. Bu şeirdə də baxıram. Bir şey görmədim. Vəli və ləhu eyzən və xətt hala onu davam edir. Mən davam edirəm. Bu kimdən olacaqdır? Çünki və ləhu da yoxdur burada. Amma aynı tərrahi və aynı əl yazma davam edir. Əcəba bunlar bir-birinin dalısı candır, yoxsa hərəsi bir şeiridir. Orada mən indi burada qalmışam. Yüzük görmək dilər mərdum göz. Nə keçsə rahat oluram nə gündüz. Nə gecə rahat oluram nə gündüz. Görəndən gözə ol sərviqamət. Görənlədən belə yazılıbdır. Görənlədən gözə ol sərviqamət. Qopardi başıma eşqün qiyamət. Cəfaya uğradım əhli vəfaksən. Çiçək kimi ehtimalən çiçək ya çiçəkdir ehtimalən. Bir dana sonra. Çiçək kimi qıl oldum əjdahaukən. Qul oldum olacaq ehtimalən. Qıl yazıb əlbəttə. Qıl oldum əjdahaukən. Böyle bəllidir ki, bu bir şeirdir, bu da bir ayrı şeirdir. Çünki şeirlər anlamlı devam edir. No-i digər indi bu da başlıqda farsıdan yazıbdır. Az divanı həfisət belə bir şey yazıbdır. Acaba bu nə deməkdir? Görək burada bir şey tapa bilirik. Qeyrilər fikri qılıb tərk etdi canan yarini. Kimsələr əfqanidə tərk etməsin dildarini. Dəşti səhraya salıb qıldı bir isnəhal. Bir asintəhal. Yad edib bir gəz daxi sormaz bu dil əfkar. Gecə gündüz eyş-i işrətlər qılıb dil xoş edər. Hey nə bilsin aşıqın əfqanlə olzarini. Ey vəfasız əhdünə bir kəz durur olsun nola. Sən deməz miydin gərəkməz aləmin dildarini.
yüzünü haktan yağa tut İsmeti etme falan. İsmet ehtimalen şair ola bilər. Bu şairin adı ola bilər. Necə say mərdanə ol cümlə cəhanın varını. Ehtimalen bu İsmet olacaqdı. Acaba bu birisi şeirdə də belə bir şey gəlsə, mütməyin olduq ki, burada İsmətin şeirlərini oxuruq, amma ah vahu vah vahu vah vah sən müyəssər qıl Həbibim ya ilah. Belə də bir şeir var imiş. Bu İsmətdən olacaqmış. Bəlkə də bir ayrı addan. Az divanı Hafist belə bir şey yazıb. Gözümün gənlü yaşından sərasər bu cahan nəmdür. Bana bağı behişti bu cahanın san cəhənnəmdür. Bu yenmişdir qığa güllər yenə ahımda canı təndən. Bu oxuya bilmədim. Əlbəttə oxumaq olar, amma biraz gərək kitabı çevirəm, rahatca oxuyam. İstəyirəm görüm ki, o adı görə bildim, adı görmədim. Ona görə İsmətdir kimdir, onu istəyirəm təşxis verim. Cahandan ağliyu getdi, sölər kim nəsl Adəmdir. Hər halda burada yazmayıbdır. Mütməyin deyiləm ki, şairin adını tapmışam buracan, amma vələhularla feylən aynı xətt ilə devam edir. Ola bilər ki, şahi olsun hala. Umarım bu şeirlərin birində adı çıxar və mən biraz rahatlaşaram. Cün hərami çeşmiyə qanun helal etdi Həfi. Həfi, elə orada da yazmışdı. Həfi, bu şairin adı Həfidir. O üstdə də demişdi Həfi, bu divanı Həfi. Burada şairin adı Həfidir. Burada biz Həfini gördük. Şahi deyil. Hardan çıxmışıq Həfiyə? Ehtimalən 92-ci biraz da gedim dalıya görüm ki, bunu hardan təşxis verə bilsək çox yaxşı olar. Bəli, burada dedi ki, Həfinin az divan Həfist. Buradan bu yüzden Həfinin divanındandır. Amma buradan qabaq öncəki kimləndir? Onu tapba İsmətini görmüşdük. Buradan bu yüzden ehtimalən bu öncəki şeirlər, yəni 92A, 91, 91B, 91A bunlar ehtimalən İsmətinin şeiri ola bilər, amma bunları oxumasaq deyə bilməyəcəyik. Buradan bizə Həfi divanındandır və bunu gördük və ləhu devam edir. Əcəba bu bir yerdə bəli, başını tub ilə sal meydanı eşq içrə Həfi zülfü çoğan önünsün ol tup bu çoğanın durur. Ehtimalə Həfi burada yerdə adı görsəndi. Bu şeirlər o Həfinin olacaqdır. Dilbəra şirin ləbün zikrin edər dildə Həfi olduğu nəzmi anın şəkkərfişan andan gəlir. Yenə bu şeir Həfidən olduğu üçün bunları indi biz Həfi deyə devam edə bilərik. 98B-də Həfinin adını görürük. 99-da görək ki, burada bəli, Həfi görsənir 99A-da və hala devam edirik Həfi-lə. Həfi bir şairdir, amma biz tanımırıq. 99B-də yenə də görsənirdi. 100B-də, 100A-da Həfi aləmdə yoxluqdur çuvarlıq. Edalım azagər çox, az əgər çox varımız yox. Belə bir şeir ondan geri devam edir. Bu 101 deyik, yəni 202-ci səhifələr deyik. Və ləhu yenə yəni Həfidən olacaq bu səfhə 101B-də
uzun bir şeirdir. Ehtimalən ya 2 şeirdən ibarətdir, vəli amma bir şeir görsəniz, mən çalışıram ki, görün burada. Orada yoxdur adı. Bəli, bu səhifədə görsəniz, yəni 102 ada şairin adı. Bəli, Həfi görsənir. Hər iki şeiri də burada görsənir adı. 103, 104 aynı, çok da güzel yazılıb bu şeyler. Həfinin də şeirləri çox gözəl bir xətt ilə çox oxunar və çox gözəl bir, dediyim kimi, 3 boyut göstərir mənə və sevirəm əslində bu şeiri bu şəkildə yazmaqlar. Çox o zamanda hangi ili olsun çox gözəl bunu yazıblar. Əcəba bu Həfidir, bəli, 106 da Həfidəndir, 106B də Həfidə, xəfi. Mən Həfi oxuram, bəzi yerdə Həfi görürsən, amma xəfidir, adı xəfi. Çünki indi burada 2 yerdə x çox nöqtəsini qoyubdur. Hətta burada da 108-də də xəfinin nöqtəsini qoyubdur, 107-də də qoymuşdu. Xəfidir, bu Həfi deyil, xəfidir və mən öz səhvimi burada iştibahımı amma burada məsələn Həfi yazılıb. Yəni 109 ada açdı balu bər Həfi pərvaz ürüb murğ dil. Burada Həfi, amma bir çox yerdə də xəfi gördüm. Onun üçün bu məndən də ola bilər, yazarlardan ya nəssaqlardan da ola bilər. Qətlən bu nəssaqdırlar. Çünki əl yazmalar fərqlidir. Şairin öz yazı deyil, müxtəlif əl yazmalar, müxtəlif adamlar əl yazmaları götürüblər, yazıblar bura. Biz uşaq olanda, cavanlıqda ya hətta əskər gedəndə o son günlərdə mədrəsədən adam istir çıxsın ya danışqahdan istir qutarsın, fərğ təhsil olur, lisansın, fوق lisansını alır ya doktorasını alır. Bəzən o bir kitab götürür, dəftərçə götürür, gedir yoldaşlarından, ustadlarından istir hərəsi bir cümlə yazsın ora, yadigar. Bu o cür bir şey görsənir, amma bu bir cümlə yazmayıb. Yəni bir şair oturub məsələn 50 səfhə, 50 vəraq yazı yazıbdır. Ətai, buradan bu üzə Ətaiyə geçirik. Ətaidən üstə kimdir? Görək bu Həfi ya bəli. Həfidir, yenə bu Həfidir və bu səhifədə də bir dənə son bir beytisi var, tək beytisi var. Ondan sonra Ətainin şeirlərini görürük. Ətainin şeiri beləsi başır. Var isə lütfü qamətə qayət həmin ola. Yaxud olursa xəstə nəhayət həmin ola. Açıb ləbin qıldı bizə vədə-i həyat. Həqqa bəşərdə kəşf-ü kəramət həmin ola. Əksük dəcül rəqibilə mə'nidə cəngimiz. Bəs ola süz bu yolda şəhadət həmin, bu yolda həmin olacaq. Bu yolda şəhadət həmin ola. 1000 yıl ümid ilə dər dilim bin yıl ümid elə dirəlüm birkən ol sana. 1000 yıl ümid elə dirəlim birkən ol sana. Üç oldurəm dərzisə qənaət həmin ola. Kəşf et bekən ətayı ya da bekon ola bilər. Əlbəttə türkcədə bekonca olmayacaqdır. Kəşf et bekən ətayı dərvişə həddiyi kim oğurur qib riyazət həmin ola. Ehtimalən qeysə ola bilər. Hər halda burada Ətayinin adını o birisi şeirdə baxıram, görüm görə bilərəm ya yox. Görmədim adını burada, amma ola bilər ki oxuyanda bunları təşxis verək. 110 B-yə geçirik. Ətayidən şeir olacaqdır. Ah kim ömrü əzizün geçə Yəqub kimi. Ey Ətayi qəmlə Yusuf Kənandan İraq. Yenə bir ayrı şeiri vardı. Orada da son beytidə baxıram, görüm Ətayini görəcəyəm ya yox. Müxtəlif beytilərə baxıram. Görmədim bu beytidə, amma devam edir. Bu birisi beytidə ehtimalən bu farscadır.
bu beyt farscadır və ləhu yazıbdır, yəni yenə Ətainindir, amma təhiyyəti dəva kəminə ra berəsan. Təhiyyəti davaست ehtimalan kəminə را برسان. تحیتی دعوات که پس فراوان است، تحیتی که به لطف و صفا و بی دغلی ذو لعل ماه رخان رشک آب heyvan است. Beləsi davam edir. Acaba burada Türkçələri daha çox gözəl yazılıbdır. Məncə Türkçələri farscalarından güclüdür bu şairlərin. Əgər müvazi aləm nəhənd İxlasəm mübaliğət nəşəvəd gövhər ərz çəndan است. Burada da şairin adını görmədik, amma və ləhu ilə devam edir. Ehtimalən yəni o şairdəndir və şeirlər əlbəttə burada rubaidən ibarət olur. Mən rubailərini görürəm. Burada bir ayrısını görürük. Uzun qəzəldir. Və ləhudan da əlbəttə yenə ondandır. Görək o kimdir? Burada bu səhifədə adını görmədim. Burada qutarır əslində. Yəni 111 B-də Ətayinin şeiri qutarır, amma Ətayinin adını mən görmədim burada. Mən 4 son misrəini oxuyayım. Ah kim cananə leykin eşqqa ani də dil pəki viran eylədün. Dəstü cur ilə bəla bəzmində o ədnini geyib nalan eylədün. Ədənini, ədən ehtimalən burada ad olacaqdır. Ədənini geyib nalan eylədün. Həl halda məşuqəsi ölübdür ehtimalən. Nizami rast. Burada Nizami həzrətlərindən şeir gətirir. Mən görüm burada Nizami daminə şükür seçdi, Nizami danə. Burada Nizamidən bir Türkçə şeir gətiribdir. Mən deyirdim, Türkçəsi, əlbəttə Nizami hər 3 dildə deyibdir. Şərmisar etdi, şeir beləsi başlayır. Şərmisar etdi, şey qutarıbdır. Mən burada çalışıram, eyni halda bu səsləri də yazam zəbt eləyəm, saxlayam AI-da ki, bəlli olsun neyniruq. İşimizi rahatladır. 112 A-da Nizami rast, yəni bu şeir Nizamidən deyə gətiribdir. Bir dana şeiridir, 2 dana deyil. Bunun əvvəli beləsi başlayır. Şərmisar etdi çiçək nafiyi bir məşq xutəni, netəkim gözlərimin yaş əqiqi yəməni, navəki tiri qəzadır gözünün hər mücəsi, həlqi dam bəladır çiçəkün hər şəkəni. Beləsi davam edir. Axiri son 2 beytinə baxsaq, xar hicri ilə ölən bülbül şuridə dilün, yerəşir ki olə gülbərci təridən kəfəni, nəzmi damə Nizami həman. Nəzmi daməndə şükür seçdi Nizami danə. Nəzmi da minə daminə ehtimalən ya Nəzmi da minə şükür seçdi Nizami danə ki məgər seyd edə lütf elə o tirin bini, belə dini, belə bir şey oxunur. Amma hər halda burada yine Nə'ti adında bir adamdan bir şeir gətiribdir. Bir şeir fəqət Nə'tidən yazıbdır. Əcəba bunu tapa bilsək. Amma aynı xəttlə. Yəni indi bu şairləri Nizamini də aynı xətti yazdı. Yəni bu son yazan adam hər kəsdirsə, dəftər bunun əlindədir və bu şairlərdən şeirləri oxuyur və seçir. Nə'tidən bir şeir yazıbdır. Yenə də davam edir. Əlbəttə Nə'tidən görək ki, şeirinin əvvəli nə idi? Şərifə zadə can bağında bitmiş sərv-i səməndür. Oyağa bir çəmi, oyağa bərcəmi sünbül yanağı virdi nəsrindir. Beləsi davam edir. Axir beyti də beləsi görürüm ki, acaba burada onun adını görə bildik ya yox.
Əlbəttə burada yazmışdı nəti, vəli mən xətayı gördüm. Xətay pərçəmi ləşgər çəkər Rum üstünə, amma xətən qənqurinə bənzər trisi ləşgərçəndir. Gözü mürəbbehi mehrindən umahun yendi dil mülki sirişküm nə indi burada adı gəldi. Nə'tiya, nə'ita, nə idi adı? İndi nə'tidir. Bu da nə'tiya. Nə'tiya hər dəm onun üçün nəcm pərvinidir. Sonki şeirlərdə ondandır. Nə'tiya kəlməsi ilə görürəm hər iki şeirdə. Və ləhu eyzən nə'tiyadan görürüm ki, burada Türkçə yazıbdır özü də. No bir adam adıdır. Ehtimalən şeir ondan olacaq. No əst qırmızı xətt ilə yazıbdır. Bu adları və ləhuları və ləhu eyzənləri qırmızı ilə yazıbdır ki, ayırsın. Dedim, bu adamın sonki xəttin ki, əlinə geçibdir. Bu həm xətti çox gözəl və oxunaqlı yazır, həm şeirlərə ayırmaqdan ötürü bir-birindən və ləhu eyzən yazır. Adamların adına gələndə qırmızı xətt ilə adamın adını yazır, amma farsça yazır ki, bəlli olsun, bu şair deyil, nəssaxdır. No kəlməsi, no'un şeiri ehtimalən bunu oxuya bilmirəm. Həbni zülfün məskinə ya da məskinə bənzətdim, xətasını bilmədim. Key pərişan söylədim, bu yüz qərasını bilmədim. Ben qəra topraq Adəm can verdi göyküdən səba, heynə can verir qiyamət dilər baz bilmədim. Ehtimalən belə dilər baz bilmədim. Belə bir şey yazılıbdır, amma sonra nə'tidən genə nə'ti rast. Nə'ti rast genə qırmızı xəttinə bu şeir nə'tində fərd əst ya fərda əst. Fərdast. Fərd ehtimalən şairin adıdır, amma bundan çox yoxdur. Fərd, bəli, fərdi yazıbdır. Tək beytlər yazıb bu fərdidən. Birincisi budur. Yüzün kim toldi nuri roşənalıq, həzar oldə gül eylər parsalıq. Bu qutardı. Yenə fərdidən cəmalun gərçi canı sərmayəsidir, səlahu zöhdanun pirayəsidir. Böyləsi fərdidən 1, 2, 3, 4, 5 və ondan sonra bir şeirinə geçir, qəzəlinə geçir. Görək ki, burada fərd sözün işlədibdir, yoxsa işlətməyib, amma və ləhuni yazdığı üçün bu fərdin şeirləri olacaqdır. Qənqi sufi ləbnün açmədi gülsa badəsin, Hamdülillah ki rəvani səni şöylə görürəm. Burada rəvani adı gəldi. O şey deyil. Nədənsə belə yazıb. Mən rəvani gördüm burada. Acaba bu birisi şeirdə də bəli, rəvanidir. Bu şeirdə ki nə? O birisi şeirdə bundan sonra gəlin rəvanidir. Bundan belə ki və ləhu eyzən yazıbdı, amma ləhu eyzən bəlkə bunu tutmur. Ya da səhvə ehtimalən kitabdan düşübdür. Fransada düzdür, kitabın nömrə qoyublar. Yəni mən bunu qeysəm 113A noi 113B nə'i və ondan sonra fərd 113B'də 114 ada və ləhu, yəni fərdə gərək gəlsin, amma fərdə burada görmürəm, mən yerinə rəvani görürəm. Bu birinci şeirdə odur, ikinci şeiri belə başlayır. Əlbəttə birinci şeirdə belə başlayır. Yenə meyxanədə bir xub təmaşa gördü ya kürdü. Sabr yağma həbsi bir dilbər tərsa gördüm. Bir qədəh meyli bəni olmuş ikən dər gördü. Dür gördü də ola bilər. Yenə ol müğbətədən möcüzəsi gör. Belə bir şey görünür. Möcüzə İsa gör. Yenə ol müğbətədə
möcüz İsa gör. Belə bir şeirdir. Sonunda beləsi qəni sufi lənübün açdı o gülsa badəsin. Hamdülillah ki rəvani səni şöylə gördüm. Bu da rəvanidir. İkinci şeirdə beləsi başlayır. Hər dəm rəqibə xidmət edər ol nigarımız. Bir acə yox qətində bizim etibarımız. Beləsi bir şeir başlanır və soru hər dəm rəvani ah edərəm vəslə çarə yox, vəslə çarə yox. Cün böyle getirir bizə bu rüzgarımız. Ondan sonra bir ayrı şeir başlayır. İhtimalen yine rəvaniden olsun ama orada yazmıştı və ləhu. İhtimal verirəm ki diqqət olunmayıbdı və iştibah yazıbdı. Acaba bu şeir ondandır ya yox? Çünki əslən yazmayıb ki bu şeir kimləndir. Ola bilər ki bu şeir uzun bir şeir olsun. Baxıram görüm ki acaba bunun bir yerində ad görə bilərəm ya yox. Mən hala bunlarda bir şey görmürəm. Yəni ad görmürəm. Onun üçün çalışdım bu səfələri bir-bir gedə-gedə yavaş-yavaş oxuram ki görüm bu şeir kimləndir. Qu Nəcati, ehtimalən Nəcati olsun bu şeir. Qu Nəcati qulini aşiqidar olsun. İhtimalən bu şeirin əgər qeysaq biraz arxalıqdan bu şeir Nəcati olacaqdır. Amma o birislərdə yüzün var ikən günə bağmaz kəmal. İhtimalən burada da kəmal olacaqdır. Süpüdəm olmaz çərağa ehtiyac. Şeir əgər yarımçılıq qalmasa belə bir şey olunacaqdır. Yenə də burada kəmalın gözlündə kəmalün var imiş cövhər eşqün. Nə var idikən kim nə bilir Adəm içində. Burada Kəmal adında şairi biz görürük ki 118, 114 B'də idi. O 114 A qeydetdim. Görürüm ki burada kimin adı vardı? Rəvanidən sonra burada indi 114 rəvanidir amma 114'də hər iki şeir rəvanidir. Üçüncü şeirdə burada devam edir. Bu kimdir? Kəmaldır. 110 əslində 114A son şeir Kəmaldandır və o birisi şeir də Kəmaldandır. Onu gördüm. Və bu şeir kimdəndir? Bu da Kəmaldandır. Yəni 14B Kəmaldandır. 115'ə gəlirik. Görək bu şeir kimdəndir? Nəcati 115 115 A'dakı şeir Nəcatidəndir. İkinci şeirə baxaq görək bu kimdəndir? Kimsə məd etməz hilali bey zülfi mədhini Hind elində gerçi kəmçıq yox tuti guyalar. İhtimalən bu Hilali adda bir şəxsin şeiri ola bilər. Onu görürük. Və bu birisi şeirə baxaq görək bu kimdən olacaqdır? Çıxma gülşəndən gözəllərlə rəvani daima. Burada da rəvanidən gəldi şeir. Bu birisi şeir kimdəndir? Sodayı çünki eşq ilə bəqdi cəmalünə sün-ü xudayı bildi kəman. İhtimalə həmə o kəmali adı neydi o birisi? Kəmali kəmansız ələl yəqin. Burada kəmansız gəlib amma bu kəmansız bəlkə bir başqa şair ola bilər. Görək bu şeirdə əgər gəlsə sonuncu şeirdə ad daha yaxşı. Dil düşəldən bürüzündəcə siyah kar sənə. Nola bir kəz desə sevdayı ol yar görüb
Bana suxtə xalun yenə avara sinə. Bilmədim bunu şeir kim yazıbdı. Adı yazılmayıbdı. Bu şeirin bir sonki şeirə baxaq bu kimdəndir? O Lütf-i Şah, ehtimalən Lütf Şah bu adı ola bilər, amma mən mütməyin deyiləm. Şahım Əli balım bəsim. Bu şeir cəlibdir. Qur'ə səlsəm lam zülfündən gələn falım bənim. Hay ömrüm hasili müşkül qəti halım bənim. Beləsi başlanır, sonu beləsi gedir. Girdi tiğün şiklinə Əli açdı, yəni ömr yanıma, dedi bir tazə qəba gərmiş, bu əbdalım bənim. Kəndi bir yüzdən tusən şəmsi uftadə ki, bəxtim ayi dövlətim şahım Əli balım bənim. Belə bir şeirdir, amma mən burada indi şahım ehtimalən o birisi şeirdə də var idi. Ola bilər ki, Şahım Əli ya Lütf Əli Şah belə bir şey olsun. Onun şeiri olsun. Mən onu təşxis verə bilmədim. Bir ayrı şeir görürük, amma bu şeirin də yenə mən adını görə bilmirəm. Şairin adın Qunçə və Gül dəftərin dərdi rəvani rəvanidir. Rəvanidir. Rəvani bağda nəzm rəngin. Onda bəs qabaqçı şeir də rəvanidən olacaqdır. Çünki bunlar dalbadal gəlirlər. Bu birisi şeir kimdir? Pəs sən rəvanidən təvafi köyünü mən eyləmə. Çuyini mən eyləmə. Kimsə var desə canım ol günahkar ol. Burada da yenə rəvanidəndir. Ehtimalən bu şeirdə rəvanidən olsa bəzmi bəladə bi kimi rəsmi fəqan edər. Bəy kimi ehtimalən. Hətta bi görür orada. Qanun olandan sana ey bi vəfa. Davamı ehtimalən vardı. Burada şahım aləmə sultanıkən sözünü ayrı rəng ilə yazıb. Ehtimalən bu ola bilər ki, aşıq oldun bir pəriyə, dostum ağla oğlan ikən. Bəndə oldun padişahım aləmə sultan ikən. Ehtimalən bu şeir bir padişah şeirinə bənzir. Yəni, nəzərimə gəlir ki, Sultan Süleyman Qanuninin şeirlərinə bənzətdim, amma Farıq ikən sevdicim başın quşməz adın şəmsilə. Bari gəl həmdəm olalım, şimdi hərgərdan ikən, belə sərgərdan ikən. Belə bir şeirlə qurtarır, amma oxuya bilmədim. Rəvani, yenə də burada görsəniz, bunlar Rəvaninin şeiri olacaq, çünki dalbadal gəliblər. Deyir ki, dilbərin zülfü rəvaniyə toluşməzdi əgər, dolaşmazdı, yəni tulaşmazdı əgər arədə gözlərinin olmaya fətanlığı ya fəttanəliği. Burada da rəvanini gördük. İndi buradan sonra mürəbbəi hüsn ya da həsən görsənir. Bura, yəni 118A 2-1 beyt, yəni 2 misrə rəvanidəndir. Rəvaninin adı görsənir. Ondan sonra qırmızı xətt ilə mürəbbəi həsən. Mürəbbəi yəni 4 dana 4 misrəli. 4-cü misrə təkrar olur və qırmızı yazıbdır. Edər bülbül fəqan xarun əlindən, cigər xun oldu əğyarun əlindən. Fəqan bu əhliyə zarun əlindən, ya bu eyliyə zarun əlindən, sənin gibi cəfakarın əlindən. Bu sənin kimi cəfakarın əlindən hər şeirdən sonra təkrar olur və bu şeir kimləndir bilmədim. Mürəbbəi hüsn yazıb ya Həsən. Həsəndir. Həsəndir çünki axirdə mürəbbəyin axirində deyir qamı aşıq ləb məşuqə qəndi.
Həsən dərdigilə yandı boyandı. Sənin kimi cəfakarın əlindən mürəbbəi zərifi. Zərifi mürəbbəi. Görə bir mürəbbə yazıbdı. Zərifi adlı bir şairdən. Amma bu səfər qırmızıları yazmayıbdı. Hamısını qərə yazıbdı. Onun üçün də bunu oxumaq 1, 2, 3, 4-cüsü. 1, 2, 3, 4. Mən təşxis verə bilmədim. Mürəbbəi yazıb, amma mən oxuya bilmədim. Görmədim yəni orada. Fədai adında bir şairdən bir şeir yazıbdı. O zərifi idi, bu fədaidəndir. Xət çox gözəldir, aynı xət dilədir. Ətai rast. Ehtimalən Ətai rast farsça yazılır. Ətainin şeiridir burada. Fəthi rast. Bu da Fəthinin şeiridir. Və ləhu, yəni Fəthinindir. Nəsimi rast. Nəsimidən bir şeir yazıbdı. Görək ki, bu nə cür yazıbdı. Fürgətin dərdindən ey can, yürəgim qan oldu gəl. Gözlərim yaşı cəhan tutdu, tufan oldu. Ehtimalən gəl olacaq orada. Canımın vəslinlə həqdən iyali varikən, ittisali varikən, canımın vəslinlə həqdən ittisali varikən, dövlətin vəslindən əyrü düşdü, hicran oldu. Gəl ehtimalən yazmayıbdı, amma o cür görünür. Çəkdi meskin zülfünü əldi əlimdən ruzigar, şul səbəbdən göclümün hali pərişan oldu gəl. Yenə də onlar düşmübdü. Oldu gəl səfənin sonudur. İstəyib bunu belə saxlasın, saxlayıbdı. Gərçə bəndən surətün qayibdir ey xur ləqa. Sənmə kim gözdən xiyalın nəqşin penhan oldu gəl. Fürgətin şul dərdimiş canimdə hərgiz kimsə kim. Fikri ehtimalən fikrim gəl olacaqdı. Kim gəl ehtimalən fikrinə düşdü bu dərdün əqli xeyran oldu gəl. Bəndən ayrı düşdü gəl. Ayrı düşdü gün oğlar içrədi sana. Ehtimalən davamı var bunun. Bəli, davamı var, amma görün, bəli, Nəsiminin adı gəlir. Vəstətün təryak xani vaxtı ehsan oldu. Xızrəgər zülmətdə əstər çeşmeyi heyvanini. Susamış müştaqə vəslün abi heyvan oldu gəl. Ehtimalən burada da yenə onu yazmayıbdı. Gərçə xəndandır fərəhdən ağzı açılmış gülün əndəlibi gözləri görküm nəciryan oldu gəl. Ehtimalən yar cur etmiş Nəsimiyə rəvadır gər ana. Öz nigarından cüda zəncir və zindan. Ehtimalən olmuş ya getmiş gəl, belə bir şey olacaqdır. Və ləhu yenə də Nəsimidən bir ayrı şeir yazıbdı. Görüm ki, bunun adı harda görünür. Burada görmürəm. Əcəba bu birisi səhifədədir. Yəni 120 B-yə baxıram. Daməni dilbər cahan itrə əgər olursa pak, mən onun yolunda qılsam sinə suzan çak. Ehtimalən devam edir, amma buradan sonra kitab-ı Kəlil-i Dəmnə əst. Buradan bizə kitab-ı Kəlil-i Dəmnədən bir şeylər yazıbdı. Çox gözəl xətt ilə və aynı vəzdə tərcümə. Ehtimalən farsça imiş. Yox, farsça deyil. Hikmət kişinin əqlin 8 nəsnə ilə bilmək olur. Əvvəl özlük və həkimlik. İkinci, kəndisini bilmək və səqinmək. Üçüncü, padişahlara müti olub bunların xoşnudluğun və fərağət etmək. Dördüncü, raz edəcək kişi bilmək və dostların razın
saklamakdır. 5-ci, kəndi sirlərin dairələri sizin kəndi sirlərin və ayrıqlar sizin çiğ saklamaq. 6-cısı, padişahlar dərgahında yaldı qalınmaq və tətlu dil vaz silmək və yaranların kökünü tatlı sözlə almaqdır. 7-ci, kəndi dilinə qadir olmaqdır və siz hacət qədricə bilmək ehtimalən. Söyləmək və söz hacət qədrincə söyləmək. Mən çırağımızı yandırım. Hava yavaş-yavaş burada qaranlıqlaşır və mən də kitaba girişmişəm, çıxa bilmirəm. 8-ci məhəllərində, əlbəttə hələ bunu oxuya bilmirəm. Dəngisizlik, kəndüzərgin, bəzəgən, eyləmək və sərmədqələr xəbər silmək, ilə yağlanmaq, dərdim. Bunu oxuya bilmədim, bunu anlamadım yəni. Nədən isə bu xislətlərlədir və bu əməllərlədir. Heç yerdə xəta xəta etməyə inşallah Teala. Tərcümə, cəhanın dilim, burada tərcümə yazım, amma yenə türkcə yazıbdır. Cəhanın dilim dürlü gördüm işin, bəni Adəmin yətlu sən həm xoşun. Yenə onu görürük, ondan sonra devam edir və ləhu yazıbdır, amma bu yenə یک دوست پسندیده کن چه یک دل را داری. burada farsça yazıbdı, amma deyib oradandır. Yenə və ləhu eyzən bir o yenə də burada türkcə yazıb. Yəni və ləhu bir farsça idi vəsətdə, ondan sonra bir türkcə. Və ləhu yenə bir türkcə. Beyt, ondan sonra bir beyt yazıbdır. Yenə beytlər, bir neçə beytlər beləsi devam edir. Kitabın 122-ci səhifəsində bir müqəddəmə yazıb. Zalibdir. Bismillahirrahmanirrahim və bihi nəstəin risali xəvasul əşya az intikhab zalinus əndər mənafi heyvanat. Bu nə cür oldu? Niyə mən bunu bağlanıbdır? Bunu görüm niyə bağlandı? Kitabın 122-ci səhifəsində bir düz yazıya, nəsrə yetişdik. Bu nəsr əcəba davam edəcək ya yox? Bəli, davam edir. Mən baxıram. Bunun əvvəlindən bir-iki sətr oxuyaq, sonra qalanı qalar qeydib oxuyarım. Bismillahirrahmanirrahim və bihi nəstəin risali xəvasul əşya. Yəni buradan şeir idi. İndi buradan sonra belə bir şeyəcə yetişdik. و بهی نستعین رساله خواص الاشیا از انتخاب جالینوس اندر منافع حیوانات. از گفت جالینوس حلیم به تجربه بسیار بروزگار دراز و این کتاب به تازی پس امر امیر خراسان نصر ابن سلطان احمد مر وزیر خیش ابوالفوارس پس را ابوالفوارس را فرمود تا به فارسی گردانیدند در سال 324 زرهجرت و در هر سفر که شدی این کتاب را با خود داشتی و بر خود مبارک کرده بود و کثرت تجربه از این کتاب وی را توفیق شده و این کتاب را به سبب بزرگان تصنیف کرده اند که مر بزرگان را حیوانات موجود باشد و آنچه خواهند غرض خود به صید حاصل کنند. ایزد تعالی غر اسمه همچنان که داروها را سبب شفای بندگان ساخت و در حیوانات نیز این منافع هم نهاد که گوشت و پوست و آلت شکم و موی و استخوان از فیزیکی
بچه نمونه من فیزیکی اخرام احتمال بدم چه ارفیرگی ز بچه کار به چه کار خواهد آمد. Ben burada frikni okunur. Erfrikni ne demekti bilmiyorum. از yer yekini به چه کار خواهد آمد. Bab der mənabə Adəmi. Hər halda belə bir kitabla qarşılaşırıq. Bu yazının dövrəsinə çərçivə çiziblər bir qırmızı xəttinə və babları qırmızı ilə yazıblar. Çox gözəl bir xətt ilə yazılıbdır. Der mənabə əsb, der mənabə əstər. Bunlar qırmızı xətt ilə yazıblar. Yəni hər heyvanın haqqında ki danışacaqdır. در منافع خر، در منافع گاو، در منافع گوسفند، در منافع شتر، در منافع شیر، در منافع پلنگ، در منافع گرگ bu tür şeyler rubah و bu şeyler خوک و خرس و çəftar و bunlar daha qalanlarını oxumuram qırmızı xəttinə və çox gözəl yazılıbdır. Vallahu ələmi bis-səvab 130-cu PDF'də 130-cu səhifənin A tərəfində təmmət yazılıbdır, amma görək bundan üstə nə yazılıbdır. Əcəba burada bir şey Əl-Həyyül Hakim ya Həyyül Qayyum yazıbdır ki, əgər kəsi خواهد که در میان مردمان عزیز گردد چشم راست او را با خود را نگاه دارد عزیز گردد. صفت او بسیار است اما مختصر کرده شده است. افسون او این است. بسم الله bir افسون örcədir. Bismillahirrahmanirrahim. El-Melikül Kerim el-Hayyil Hakim. Ya Hayy ya Qayyum ya Hannan ya Mannan yad yan ya badi ya Dayyan ya Badi'us Semavat والارض یا دیان یا برهان یا سلطان یا هدهد پیک سلیمان ابن داوود انه من سلیمان و انه بسم الله الرحمن الرحیم الله تعالو و آتونی مسلمین الحاجب یا هدهد به حرمت سلیمان ابن داوود علیه حکم و الیه ترجعون. بسم الله الرحمن الرحیم. سبحان الذی سخر لنا هذا و ما كنا للغیب الحافظین الغیب عند الله عین. این تجربه از گفتار جالینوس حکیم به غایت مجرب است تا دانند و ولله الحمد تمت بالخیر والله اعلم بالصواب. Belə burada qurtarır amma devam edir. Bab tezəşdən bir devam. Bu ayrı bir şeydir. Yəni bir dua öyrədir, sonra o dua qurtarır, ondan sonra devamlı yazır mətləbin. Yəni o yazı qurtarmır. 130B-də bir qıraq yazı görürük, amma tərsə yazılıbdır. Yəni səfənin üstdən aşağı oxumaq üçün bunu görə aşağıdan üstə oxunsun. 131A-da da belə bir qıraq yazı görürük. Və devam edir. Əlbəttə bu kitabın içində neçə yerdə Bismillahirrahmanirrahim yazılıbdır və ehtimalən bunlar duadılar yazılıbdır ya cadu cəmbəl də ola bilər. Buqrat, Surat, Nizam bunlar bizi şeylər çox gözəl bir yazılar və kitabın 136A-da çərçivə var, 136B-də yoxdur, 137A-da yoxdur, 138A-da, 137B-də çərçivə bir müsəlləş şəklində yazılıb. Əcəba burada kitab qurtarır? Bəli, kitab burada mövzu qurtarır, amma bura oxuyaq. گفت تو مرد آن را دوست دار و از دروغ ایمن باش تا ندامت حاصل نگردد. گفت مال را جون باید صرف کردن. گفت مال را نباید نهادن و به هوای نفس تیز بیاید صرف کردن. گفت چه چر باشد چه بخورند و تن ترار کند. گفت دیدار دوستان دیدن و سخن خوب شنیدن، غم بیهوده خوردن. گفت کدام خبر یا خیر بخورند و تن را فربه کند. گفت تمه.
beləsi bir şeylə təmmə olur və ondan sonra əlbəttə ki, nə در باب دیگر چه حکیمان گفته‌اند taza bir ayrı bab başlayır. Yenə bunların əlbəttə dövrəsində çərçivəsi qırmızı rənglə var və çox gözəl xətt ilə yazılıbdır. Bu da yenə səhifə 142-də kitabın səhifə 142-sində qurtarır. Görün burada nə yazıbdır? Həmçü dərəxt bi meyvə ist hər dərəxt ki meyvə ندارد میبرندنش و بر آتش مینهند تمت الواعظ الحکمة بتوفیق الله تعالی و صلی الله علی محمد و آله اجمعین الطیبین الطاهرین və səlləmə təslimən kəsirən kəsira. Qurtardı burada kitabın bu bölümü, amma devam edir. Bab yenə kitab devam edir. Yəni bəllidir ki, babdan baba keçəndə kitabın burada cadu bölümlərinə yetişir ehtimalən. Yəni 143 A, B'də bir şeylər görürəm ki, mənim üçün bunlar tanış deyil və 144-də də aynıdır. Burada çərçivələr yoxdur. Yəni 144 A-dan çərçivə yoxdur yazılarda və 145 B-də ehtimalən yazı qurtarır. Mən buradan da bir neçə sətr oxuya bilərəm əlbəttə. از خلق بی نیاز کردن و اگر و بود خصمش ehtimalən həlak şəvəd və əgər belə bir duanın haqqında bir şey yazıbdır. Vəl ilmi indallahi la ya'lemul geybi illallah cümle ana akabiran cümle akabiran fal ra mübarək və mücərrəb daştən və billahi tevfik. Bir fal imiş ya neymiş belə yazıblar. Sonuncu səhifə ən önəmlisi buydu. Orada əl yazma qurtardı. Buradan yazılan gözəl əlmalı yazmalar getdi. İndi biraz sürətli ayrı bir yazla başlayır və değişir. O da hətta səfənin yarısından o üzə değişir. 146 ada əl-həqqu əl-vəkilul qəviyyu əl-mətinul vəli əl-həmidul mahzul belə bir şey yazılıbdır. Sonra babi məhəbbət biğayət mücrəb است. Ehtimalən burada da yine dualar və cadu cəmbəllər və şeirlər, ehtimalən bu arada da bir şeylər yazıb ki, bilmirəm şeir idi yoxsa çünki yekşənbə filan belə bir şeylər yazıbdır. Bəli, ola bilər ki, bunlar şeir içində taleyləri yazmış olsun, devam edir səfələr və sonra ehtimal verirəm ki, 149 A-da bu da qurtarır, bir ayrı bab başlanır. Bu ayrı babda aynı xəttindən devam edir, amma yarıda değişir o xətt. Yəni 149B yarıda xətt tahıcı gözəlləşir və bir ayrı xətt gəlir və devam edir. Əlbəttə ki, yenə değişir. 150 B'də xətt yenə değişir. Bir ayrı xəttindən devam edir. Ehtimalən mövzu da değişir. Yəni bunu deyə bilərəm ki, bəlkə bu günləri çox sürətlə bu yazı qurtarır. Ya mənə zaman belə kiçik gəlir. Kitabın 150-ci səhifəsindən sonra gətirir 150B-yə. Burada da ayrı bir mövzu ehtimalən başlanır və xətt değişir, əl yazma değişir. 51-də də değişir, 51A bir ayrı bir konudur və ayrı xəttinə yazılıb. 51B də 151B də o cür də 152-dən tazaşdan bir ayrı gözəl xətt ilə başlayır. Bismillahirrahmanirrahim ilə در خاصیت خواندن قرآن و نوشتن سورت‌های امام جعفر صادق علیه رضی الله عنه روایت می‌کند. فارسca bir mətnidir buradan bu üzə. Əl yazma çox gözəl və bəzi kəlmələri Surə Əl-Furqan, Surə Əş-Şüəra, Surə Ən-Nəml bunlara da yəni surələrin adlarını yazıbdır və qırmızıca yazıbdır. Hər surənin adını yazıbdır. Ehtimalən onların faydalarını falanlarını yazacaqdır. Və 160B-də də qurtarır bu mətləb. Tarix görmürəm. Mən bunlara baxıram ki, oğlum 161-də aynı xəttinə taza bir yazı başlayır yazmağa. Bu da bir fərqli yazıdır və yenə farscadır. 163B-də
bir tərsə yazı var. Ehtimalən mətn yazının davamıdır, amma tərsə yazılıbdır. Çünki başlığın qırmızıca yazıbdır və bir şey, əgər porsəndlə porsənd deyə tez-tez belə bir şey olubdur, yazıbdır qırmızı rənglə və davam edir. 167 B-də bu yazı da qurtarır, tarixi yoxdur. 168 A-da Mühibbi ehtimalən ya Mühibb adında bir şairin şeiridir. Ehtimalən Sultan Süleymanın olacaqdır. Fəqət səhifədə bir kiçik bir qəzəldir. Onu yazıbdır və ondan sonra bir şey görmürük. 168B bir möhür görürük. Möhürün rəngi biraz ağdır, amma əcəba bunu yekəldə bilərik. Yox, burada yekəltmək olmur. Mən gələk buradan çıxam. Ta bunu yekəldə biləm ki, görək bunu oxuya bilirik ya yox. Oxuya bilmirəm, amma oxumaq olar. Nə deyil ki, oxumaq olmuyor. Kitabı gələk biraz çox şey eləyək, ta oxuyaq. 168B oldu. Əgər səhv eləmirsəm, bəli. Burada xətt kamilən dəyişdi, bir ayrı yazıya keçdi. Oxuması çox zor olan bir yazı görürük və hətta Türkçədə əlbəttə Məhmud Hüseyn və Həsən və Vəli belə bir şeylər də burada görürük. Əcəba bunlar ədədlər zıtlar qoyublar. Ehtimalən ola bilər ki, bu borc üçün bir dua ola bilər, məsələn. Dualar burada mühasibələr zıtlar eləyibdir. Bu kitab, burada da yenə 172-ci A-da da çoxlu mühasibələr görürük. Davam edir aynı şəkildə, amma bunlar nədir, dili nədir, nə öyrədir, bunları həm oxumaq lazımdır, həm də mənim işim deyil, heç təcrübəm bunlarda olmadığı üçün bilmirəm ki, bu qonular nədir və necə mühasibə olar. Görürük ki, burada bu şəkildə davam edir, çoxlu ədədləri qırmızıca yazıbdır, sonra mühasibəyə keçibdir. Mən səfərləri biraz sürətlə aparıram, çünki burada çoxlu ədədlər görürəm, qırmızıca və sonra mühasibələr olubdur, cəmi ya təfriq olubdur, ya zərb olubdur, onları görürəm burada. Mən amma təşxis vermağında zorluq çəkirəm, çünki bilmirəm ki, dəqiqən bu nə iş görübdür, hangi hesablama formulun burada işə aparıbdır, onları bilmədiyim üçün üzərində dayanmıram, amma təbiətən ki, bu kitablar şeylər eləyə bilərlər, AI-lar eləyə bilərlər, bunları bizə deyərlər ki, nədir, amma bunlardan əks də salıb kitaba verməmişəm. 203-cü səhifəyə gəlmişik və hala aynı yazılar, mühasibələr davam edir və mən sürətlə davam edirəm. 207-də biraz mətləb dəyişir. Əl yazmanın da bu Dərbəyani Xasi Quran-ı Əzim belə bir şey olacaqdır. Ondan sonra bir əl yazma dəyişir. Fərqli bir əl yazma ilə qarşılaşırıq. Burada da əlifbanın zahirən üzərində danışır. Əlifbanın üstünə xətt çəkibdir hərəsinin. Davam edir əl yazma. İnfal Həzrəti Əli ist. Burada da bir fal deyibdir. Əlbəttə çox mühasibəsi vardır. Bu kitab çox əcib bir kitabdır. Hər şeydən dediyim kimi burada vardır. Çünki bu bir kitab və bir əl yazma deyil. Hər kəsin əlinə düşübdür bu kitab. Biraz buna əlavə eləyibdir. Amma burada səhifələr var imiş. Yəni məsələ budur ki, bu kitab sonra səhifələr olmayıbdır və çoxlu davam edirəm mən bu şeyləri. Səhifələri sürətlə gedirəm qabağa. İndi burada gəlirik, yetişirik. 223 A-da yenə də ehtimalən həm xətt dəyişir, əl yazma dəyişir. Əcəba bu hangi dildə yazır? Bunu da Türkçədir. Türkçədir, amma çox oxuması biraz zor görünən, yenə də aynı formellərdə, əlbəttə bu səfər də yazı formatında, riyazi formatında deyil, yazı formatında mühasibələr gedir. Mən bunlar nədir bilmirəm və çox da Türkçəyə bənzəmir. Yəni baxanda da qəbətində oxuyanda nəzərə gəlir Türkçədir, amma vaqiət budur ki, bu bir ayrı dilə də bənzir. Yəni ola bilər ki, oxumadığımız üçün, yəni bir cür yazılıbdır. Yəni yazısının formulu fərqli yazılıbdır. Məsələn, mən bəzi adları oxuyuram burada. Amma
Yazılışı çox fərqli bir əl yazımıdır. Kitabın 229 B-yə gələndə siyasətnamə və qanunnamə adında bir bəhsə keçir. Yəni o qurtarır üstə və keçir bu siyasətnamə və qanun. Diqqət buyurun ki, hardan harala keçdi bu kitabın qonuları. Çox geniş bir qonuya tanış oluruq. Bu kitab siyasətnamə və qanunnamə davam edir. Bir neçə səhifə 131-ə can 131-də imzalayıb və qutarıb ehtimalən Qustentəniyyə oxunur burada. Liməqami Qustentəniyyə. Ehtimalən burada o yazı Qustentəniyyə üçün bir adama yazılmışmış. Onun dəftərindən, bir dəftərdən götürülüb yazılıb bura. Ondan sonra Məqami rast. Burada Məqaminin şeirini yazıbdır. Sonra Nəsli Osman Süleyman Can ibn Xan ibn Sultan Səlim xan. Burada bir şeirə də orada qırmızı xəttinə belə bir şey yazıbdır. Nə deməkdir bilmədim. Sən ey şəh səndədir ədlü itrə iman istan. Belə bir şey. Bu şeir kimdən ola bilər? Xusrova. Xosrov adında ehtimalən bir adamın şeiri olacaqdır ki, burada görürük. Buradan yenə də şeirlər başlayıb, çox gözəl bir xətdir, fərqli bir əl yazmadır. Amma bu şeirləri oxumasaq bilmirik. Həzrət Rəvani fərmudə əs. Burada Rəvanidən bir şeir təzəşdən gətiribdir. Burada yenə gedibdir o fallar halətinə ya o cadular halətinə gedibdir. Ehtimalən vəsətdə nədir olubdur, keçibdir, yadından çıxıb onları yazıb, sonra gəlib yenə də falları davam edibdir. Ya o cadu cəmbəlləri davam edibdir. Aynı əl yazmadır, davam edir. Oradakı əl yazma ki var, çox əcib idi. Amma burada bir tarix də ehtimalən görürük. Mən burada bir 926 gördüm. Bu tarix kimi gəldi mənə. Mən bunu əgər eləyə bilsəm yekəldən çox yaxşı olar. Ki bunu oxuya biləm. Görürüm ki bu 240-cı səfənin A tərəfində aşağıda mütaliə pasıxxane mufta və در عهده مسلح oldu ibn Yusuf Müslehiddin ibn Yusuf aleyhisselam Suni bu nə mənə yazıbdı? 926 amma sənə-i kamili sənə-i belə bir şey yazıbdı. Burada bir hesablar yazıbdı, amma mən biraz bu xətti oxumaqda zorluq çəkdiyim üçün kamil bilmədim ki, bu nə olacaqdır. Amma ola bilər ki, şey olsun bu. O ədəd 926 çox təkrar olub. 928, 926. Əcəba bu cadunun bir qismətidirmi? Yoxsa bir şeylərdir. Məsələn, burada əlan çoxlu bu tarix mənə gəlirdi, amma tarixlikdən çıxdı. Etibarın verdi əldən. Tarixlikdən çıxdı, çünki bu çox təkrar olan bir şey olur. Musa ibn Sa'di Əhməd در زون 926 ilə sənə-i kamili belə bir şey yazılıb. Yəni bunlar təbiətən bunlar bir şeydir. 926 yenə burada yazılıb, amma bunlar nə deməkdir? Mən doğrusunu desəz bunları anlamıram. Bu çünki bir mühasibələr bir ayrı formada yazılıbdır və heç təkrar olan bir məsələdir. Yəni ona görə bunu təşxis verə bilmirəm. Burada nələr keçir? 923-də əlbəttə gördüm burada və tarix. Hər halda bu mətləb də 43 ada qutarır və təzəşdən bir mətləbə giririk. Daha gözəl biraz xəttinə. Bismillahirrahmanirrahim. Adəm əleyhissalam 5 əndər 5 Cəfər Sadiq rivayət edər kim? 5 əndər 5 nə deməkdir? Bu bilmədim. Bu mehr əzim, məhrur xasiyyət ikən çoxdur. Belə bir şey deyə başlanır bir mətləbdir, yazılıbdır. Fərqli əl yazma ilə düz yazıdır, şeir deyil. Və bu da gəlir əlbəttə səhifə 247 B-də qutarır və sonra bir ayrı əl yazma ərəbcə
fərqli əl yazma Bismillahirrahmanirrahim ilə bir səfədə 2 dəfə Bismillahirrahmanirrahim başlayır. Ərəbcənin erablarını qoyubdur. 148 B-də devam edir, amma sonra onun altında Bismillahirrahmanirrahim ehtimalən tərcümə edir. Yox, ərəbcə yenə də ərəbcədir, amma bu səfər xətti çox gözəl və erabsız. Bir yerdə də qələt yazıb, onun üstünə xətt çəkib ki, oxunmasın. Sonra türkcə devam edir bu yazıları ehtimalən. Yəni 249-cu səhifənin yazıları yox. Həm türkcədir, həm farscadır. Yəni səfər nə cür olubdursa, biraz türkcədir, biraz farsca devam edir. Yenə də biraz türkcə, yenə biraz farsca. Beləsi bir vəziyyət hakimdir bu səhifəyə. Sonra kitab 250-ci səhifədə qurtarır, bir ayrı yazıya geçir. Çox gözəl bir xəttlə devam edir. Mən bu səhifələri devam edirəm. Burada mən kitab-ı Ukbetüz Zalimin, min kitab-ı Ukbetüz Zalimin. Bir dənə kitabdan götürübdür. Bir şeylər burada yazıbdır. Onun əlbəttə ərəbcədir zahirən mətni, amma yox. Farscədir. Ehtimalən gedir, birazdan sonra tərcüməsi farsca olur. Bəli, farscədir bu bölüm. Çox gözəl bir xətt ilə yazılıbdır. Sevməli bir mətni yazılıbdır. Xətti gözəl, kitabı da çox qərələməyib, yəni çox yazmayıbdır. Kitabın yarısı ağ qalıbdır və bəzi yerlərdə qırmızı yazılardan izafə edibdir. Və burada 261 B-də bir ərəbcə duaya geçir və 262 A-da devam edir. Sonra aynı əl yazmadır əlbəttə bunlar. Sonra yenə farsca devam edir və 264 A-da Bismillahirrahmanirrahim mətləbin ortasında gəlir və devam edir. Əlbəttə əl yazma bir azcacan mənim nəzərimə dəyişir, amma çox yox. Vəli aynı əl yazma deyil. Sözə devam edir və beləliklə bir uzun gün kitab 271 A-da ehtimalən söz ortasında Bismillahirrahmanirrahim bir ərəbcə yazı yazır aynı xətt ilə, biraz gözəl və erabını da qoyur. Sonra devam edir yenə farsca ona. Nəzərə gəlir ki, qurtarır 264 B-də bu mətləb qurtarır. Bir ayrı bir şey, bir ayrı adam yazıb, bir ayrı xətt ilə çox da qarışıq bir xətti oxuması zordur. Ondan sonra 275 A-da bəli, 275 A-da şeirlərlə qarşılaşırıq. Ehtimalən bunlar şeirlərə adzad qoyulmayıbdır. Və Əz-Xusrov Şirin Mevlana Şeyxi Rast. Burada da Mevlana Şeyxi rübai ist. Bir dənə rübaidir. Tevfiqidən bir dənədir və burada ehtimalən Tevfiqidən olacaq ya hər kəsdən şeirlərdir. Bu səhifə hangi səhifədir? 277. Çox qatışmış bir səhifədir. Ehtimalən farsça şeirlərdir. Çox fərqli bir buna səhifədə tərrahlıq eləyiblər. Və bu səhifədə aynıdır. Yəni 277 B də aynıdır. 78 əlbəttə biraz çox fərqli bir əl yazmaya geçir. Devam edir bu 278 B-də. Biraz əlbəttə xətt adcacan gözəlləşir ikinci şeiridə bu səhifədə. Və fikrim kitabın sonlarına gəldik. 279 şeiridir və sonu da bir ayrı türkcədir zahirən. Amma xətti son şeir burada bir fərqli xətti ilə əl yazma ilə yazılıbdır. Kitabın sonuna gəlmişik və səhifələr ağdır və
ən son səhifə ki, burada görürük kitabın ən sonunda bir adam yazıb ki, biraz ehtimalən nəzərə gəlir ki, savadı var imiş, amma xətti də çox mənə tay biraz da yaxşı deyilmiş. Amma burada bir şeylər yazıbdı, nədir bilmədim. Və ən son səfərinin də birində Bismillahirrahmanirrahim yazıbdı və yenə də bir ayrı səfərdə görürük ki, yenə aynı xətt ilə bir şeylər burada yazıbdı. Ehtimalən dua olacaqdı filan. 2 səfərlik əlbəttə bir şeydir. Bu kitabın sonunda çox boş səhifə var imiş, onları yazıblar. Yəni bu kitab deyirəm bəlkə elə əvvəldə çoxlu boş səhifələr varmış, bunları doldurmağa başlayıblar bir adamlar. Və sonda Fransənin kitabının oxunmasının möhrünü gördük və kitabların cildinə yetişdik. Kitabın zahirən ki, əvvəlində və sonunda çoxlu boş səhifələr var imiş. Buna görə ki, insanlar yenə yazsınlar, amma biz bir şey görə bilmədik. Beləliklə bu günü çox uzun işlədik və çox gözəl, faydalı oldu. Bir ayrı gün bunun şeirlərin başlayırıq oxumağa, bəzi şairlərimizi görək ki, o şeirlər var ya yox və araşdırmamıza davam edərik. Bu günü burada quraq. İnşallah bir ayrı gün, bir ayrı kitabla tanış olarıq və əlbəttə bu kitabı davam eləyəcəyəm. Sağ olun, sağ qalın. 2 saat 41 dəqiqəymiş bu